Bismillahirrahmanirrahim. Ulu Tanrı'nın adı ve yadıyla. Beyin mühendisliğine karşı Türkçe eski kitaplar programının 405. bölümün Allah'ın adı ve yadıyla bağlıram. Şükür olsun ki bu günleri açıram. Şükür olsun ki bu günləri Allah bize bir ayrı günü qismət elədi ve dünyanı görməyə nail olduq. Özellikle çalışıram ki bu günləri Türklər yaratdığı uygarlıqlardan yüzlər, bəlkə minlər uygarlığı Türklər tarixdə yaradıblar, yaşadıblar. O cümlədən dil və türk dili və əlifba yazısı və onunla təcrübələrin, düşüncələrin, anlayışların, duyğuların yazıb bizə saxladıqların duyğular, uygarlıqlarla tanış olaq, təməddünlə sarışaq. Gedək görək ki, bu günləri hangi video, hangi kitabı görürük və hangi kitabla tanış oluruq. Geçənki gün əgər yadınızda olsa, iki kitabla tanış olduq. Bir Quran Türkçe təfsir tərcüməsi ilə ki, orada burada təfsir də eləmişdi. Bir də Mənaqib-i Hünərvəran ki, hünərməndilərin şeylərin yazmışdı ora. Və biz onu gördük. İndi bu günləri Səfərnamə İbn Fəzlan adında bir kitabı açıram. Zahirən bu kitab çapdır. Belə mənə gəlir ki, bu kitab çapdır. Adından belə görür. Mehdi Qaraayan ehtimalən belə bir adam gmail.com bu adam ehtimalən bu kitabı Seyyid Əbülfəzl Təbai bu kitabı tərcümə eləyibdir ərəbcədən. Mən normalda bəli bu kitab şeydir, yəni siz deyin çapdır və birinci çapı 1345-də olubdur. Mən 44 doğumluyam, bu 45 doğumludur. Yəni bunun 60 yaşı var, mən 61 yaşındayım. İkinci çapı isə 2535-də olubdur. Yəni Şahənşahı çap eləyiblər bunu. İndi əcəba net hangi ildədir onu bilmirəm. Burada qələtlərini də qoyublar, çox da cəlib bir şeydir. Amma mən normalda bu şeyləri İbn Fəzlanın ərəbcəsi olsa dahi yaxşıdır, sevərəm, oxuyum ta farsca. Farscaya tərcümə olmuş, bunu bağlayaq və hətta ataq geçsin buradan, çünki bu farscadır. Mən farscaların heç birisinə inanmıram, tərcümələrinə əslən inanmıram. Bu kitablar ki, farscaya tərcümə olurlar, bunların hamısında əl aparırlar. Amma bunu indi bir iş görək deyək ki, ərəbcə bunu əgər tapa bilsək, çox yaxşı olar. Bunu mən Gmail'də görüm axtarsam, Gmail deyirəm. Görüm ki, bu Gmail bizə bunu tapacaq, yox. İbn Fəzlan tarixi həmidə ərəbcəsini bulabilir misin ki, onu açıq qaynaqlardan indirəlim. Görək ki, bunu tapa bilir ya yox. Sözünüz baş üstə əziz ədib və ustadım. İbn Fəzlan məşhur səfərnaməsinin ərəbcə mətni Kitab-ı İbn Fəzlan açıq qaynaqlardan tapıb yükləmək üçün ən etibarlı universal yollar və qaynaqlar sizin üçün buradadır. Bu tarixi dəyərli əsəri Hicri 4-cü əsrin başlarında, yəni 309-da hududən yazılmışdır və Türk tarixi üçün böyük bir xəzinədir. Elektronik kitabxanalar açıq qaynaq və pulsuz. Bu əsərin ərəbcə əslini və şuruhlərini aşağıda tanınmış açıq nə yazıb burada qaynaqlardan SAM PDF formatında rahatca indirə bilərsiniz. Əl-Məktəbətü Şamilə PDF formatı var. Görək bunu
versə yaxşı olar. Keşkə bu qaynaqların linkini də verəsiniz. Burada vermişmiş, cəlibdir. Gedim burada vermişmiş, mən bunu bir də soruşdum amma. Təhmilü kitabı İbn Fəzlan PDF. Ehtimalən bu şeylərdə, amma verməyib onları. Axtarmaq üçün kəlməyi Risali İbn Fəzlan ya Rihləti İbn Fəzlan deyə deyir. Bunu axtarsan, rahatca tapa bilərsən. Görək linklərin versə, veribdir. Tamam, PDF-in də verdi. İndi bu kitabı biz istəyək, oxuyaq. Doğrusu budur ki, indi daha rahat olubdur biz bu kitabları oxumaq. Bizə çox rahatdır. Fikirəm bunu mən gərək görüm, burada indi, buraya yox. Bəli, inibdir də, ehtiyac yoxdur, bunu eləyəm. Bu, diqqət buyursaz, bu ərəbcədir, genə də çapdır. Bundan belə ki, çapdır. Bundan biz eləyək, Əbu Zəbidə çap olubdur 2003-də. Yəni 23 il bundan öncə bu çap olubdur. Biz buradan ən azından eləyə bilirik ki, tarixdə görək doğru bir şey vardır, yoxdur. Məsələn, indi burada əcəba bu PDF-də axtarmaq ola bilirmi ya yox, ona baxıram. Ki, əgər bunda axtarış ola bilsə, yoxdur, okey. Görüm ki, bunu bir ayrı yolla bunda axtarmaq olarmı, olmazmı? Məsələn, Azərbaycan kəlməsini, Türk kəlməsini axtarıb onu oxumaq olar. Haradaydı bu? Burada yazmışdıq ki, tamam, burada. Əcəba PDF-lərin içində axtarış aparmaq ola bilərmi? Bu bizə əgər olsa çox yaxşı olar. Yəni PDF-i eləyə bilək ki, əlbəttə ki, PDF-i çox rahatca özü əks edib, bunu eləyib götürüb, qoyub tərcümə də eləyə bilirik. Çox rahatdır indi bu. İstəsək, Google özü də tərcümə eləyir, hər kitabı da versək, o da bunu çox rahatca oxuyub tərcümə eləyəcək. Amma əgər eləyə bilək ki, bunu ancaq ərəbcə və əski mətnlərdə bu işi özünə görə incəlikləri və bəzi çətinlikləri var. Faylı falan axtarış. Mətnli fayllar. Digital searchable PDF yoxdur. Aha, deyir ki, məsələn, üstündə verdiyim Əl-Məktəbədə Şamilət nüsxəsi rəqamsal olaraq hazırlandığı üçün içində kəlmələri birbaşa axtarmaq olar. Faylı açandan sonra kilidlər bölümündən Ctrl F-i vuranda gedək Ctrl F-i vuraq biz burada. Ctrl F. Hangi F-i vuracaq? İndi burada neçə dənə F var? Heç bir şey değişmir burada. Bir dənə ayrı bir siz gəldi, tamam. Ctrl 4'ü ya 5'i vuranda gəldi. İndi burada yazıq məsələn Azərbaycan. Görək ki, Azərbaycanı dal Z ilə yazdıq. Görək ki, bir şey burada tapır, gətirir ya yox. Əl-bəhsən Azərbaycan əla Google. Yox, Google yox. Yox, məən nətaic. Nətaici göstərmədi. Ehtimalən baxaq görək ki, bunu ayrı bir yerdə, yəni gətirib bura. Burada. Tamam, tapdım. Azərbaycan kəlməsini burada axtaraq görək ki, tapa bilir ya yox.
Tapsa çox yaxşı olar. Burada yine mətnini qoyubdur. Highlight all. Match cases. Word hole. Kəşf eləyə bilirdi. Tapa bilmir. Bəlkə Azərbaycan yoxdur. Bunu RZ ilə yazaq. Heyf olsun ki axtarmır yəni. Bundan belə ki zahirən burada yazıb axtaracaq amma Azərbaycan Azərbaycanın R ilə yazaq. RZ Azərbaycan Türk. Ay tapdı nə acaba burada? 23 dana ya 21-ci səhifədə tapdı. Görək hardadır? Yox, bu səhifəyə gəldi, düzdür indi burada. Əgər eləyə bilək burada tapaq bunu. Və tərəkə şeyən minha yazıbdır, türk deyil. Ətrakə kullu men yaxlifu rəisən minhum yuqalu ləhu gözərkin sümmə. Ehtimalən bura şeydir. Oxuyaq buranı, türkcə yazacaqdır. Və rübbəmə təğafulu 161. Ələ qətli dəvabi yevmən qətli dəvabi yevmən yevmeyni fə yəhissuhum şeyxun min kibarihim feyəqulu rəaytə fulanən yəni əl-meyt fi növm fəqalə li huvə ذا تراني وقد سبقني أصحابي وشقت رجالي من أتباعي لهم ولست ألحقهم وقد بقيت وحدي فإنها يعمدون إلى دوابة فيقتلونها ويسلبونها عند قبره فإذا كان بعد يوم أو يومين جاءهم ذلك الشيخ وقال قد رأيت فلانا وقال عرف أهلي وأصحابي أني قد لحقت من تقدمني واسترحت من التعب قال والترك كلهم ينتفون لهاهم إلا أسبلتهم وربما رأيت الشيخ الحرم منهم وقد نتف لحيته وترك شيئا منها تحت ذقنه وعليه البستين فإذا رآه إنسان من بعد لم يشك أنه تيس وملك الترك الغزية يقال له يبغو وهو اسم الأمير وكل يبغو آداده وهو اسم الأمير وكل من ملك هذه القبيلة فبهذا الاسم يسمى ويقال لخليفته جزركن وكذا كل من يخلف رئيسا منهم يقال له جزركن ثم نزلنا بعد ارتحالنا من ناحية هؤلاء بصاحب جيشهم ويقال له أترك ابن القطغان فضرب لنا قبابا تركية وأنزلنا فيها وإذا له زبنة وهاشية وبيوت كبيرة وساق إلينا غنما وقاد دوابا لنصبح غنم وتركب الدواب. Tamam, görürsünüz burada Türk haqqında bir şeyler yazıbdı. Amma oxumaq üçün həm vaxt istəyir, həm də ki bunları bir-bir axtarıb. Kitab neçə səhifədir bunu bilmədik.
Ha, burada da şeyləri göstərilmiş. Yəni üstə ədədlər məsələn burada 42 dəfə türk kəlməsi ya tərəkə kəlməsi bu kitabda işlənibdir. Mən indi 21-ə gəldim məsələn. Hardadır bunu? Əlbəttə gərək bu görsədəydi də bir yerdə olaydı. Bunu rəngindən görsədəydi adam eləyə bilirdi rahatca. Bunu oxuya bilirdi. Çox cəlibdir bizim şeyimizi düşünmək üçün, tariximizi düşünmək üçün. Bunu da indirdik qalsın. Gedək görək bugünkü kitablardan dahi hangisi var. Farsça bilirsiniz kitabları hər halda oxumuruq. Kitab-ı Mübin Babirşah Berlin əlyazması, bunu açdıq. Bir dənə ayrı bir kitab burada var, amma bu nədir? Beləsi fail olaraq gəlibdir. Umaram ki, bunda bir şey olsun ki, oxuya bilək. Yoxsa, bu kitabı beləsi göstərəcək. Əcəba slide kimi göstərə bilərmi? Dana açıla və kitabın o əhəmiyyətini görürük. Bunu əcəba bir yerə nə cür yapışdırmaq olar, o çox cəlibdir. Bu kitabı oxuxarıq, yəni cəlibdir, bunu dənə-dənə açım buradan, mən elə beləsi bir əlbəttə bilmirəm neçə səhifədir, amma 196 səhifədir. Bunun təbiətən ki 196-sını aça bilməyəcəm, amma bir neçəsini açarıq və onların üzündən gedərik qabağa. Bir 20 səhifəsini açsaq fikirəm ki, mənə yetər bunu görüb tanış olmaqla. Umarım ki, özü də şey olsun, yəni türkcə olsun. Çünki bunu açırıq. Amma bunu yapışdırıb bir-birinə şey eləmək olar. Bir dana kitab eləmək olar ki, beləsi səhifəyə dana-dana açmağa ehtiyac olmasın. 3 dana da açıram, dahi ondan sonra hara getdik biz bunu. Tamam, bir belə açdıq. Hər halda bu qədər görər bizi. Gedək bir dənə də ayrı kitab açaq. Bunun əlbəttə axir səhifəsinə də baxarıq. Yəni qoyun gedəm elə buradan axir səhifələrindən də açım bir neçəsi. Burada axir səhifələrini açıram. Çox ciddi bir kitaba bənzir. Amma bir dənə farsça kəlmə gördüm elə gözüm bu vəziyyətdə. Əcəba bu nədir, nə haqdadır, onu biləmədim. Bu da bir aşağıdan bir 10 səhifəyə yaxında buradan açdıq. Görər, yəni bu qədər bu kitabla tanış olmağa məncə yetərlidir. Gedək bu birisi, bir dənə də başqa bir kitab açaq və görək ki, bizə nə verəcəkdir. Bir dənə də bu kitabı açdıq, görərik ki, bu nədir? İndi bir dənə növbət ilə açmağa çalışaq. Birinci kitab. Adı Kitab-ı Mübin Babirşah Berlin. Bilirsiniz, Babirilər Hindistanda çox uzun zaman hökumət eləyiblər. Sonra o Kumpaniya Hindi Şərqi 50-60, bəlkə də 100 ilin içində 150 ilə yaxın yavaş-yavaş keçib bu məmləkətin həriyin ələ keçirdibdir. Bu məmləkət ki, bir gün, əlbəttə bunu deyim, Hindistan adında bir məmləkət yoxdur tarixdə. Bir bölgənin adı Hindistan ola bilərmiş. Qalan məsələn bilirdi Kəlkətə, nə bilim, adlar var. Hər kəsənin özünün bir adı var. Yəni hər bölgənin bir milləti var. O millət ora bir torpaq adı vardı. Onu deyirlər. Hind adı taza bir addır. Bu böyük torpaqlara Kücərat, nə bilim,
müxtəlif adlarla, indi mənim adlar yadıma gəlmir. Amma Hindistanın qədim adları Hindistan deyə tanınmırdı. Hətta mənim yadıma gəlir, məsələn, bizim sinimizdə Hindistan sözü çox işlənirdi, nəinki işlənmirdi. Amma onun yanında, məsələn, birdən o məmləkətlər ki, Hindistanın içindədir, onların müstəqil adı gələ bilirdi. Tarixən də o cürdür. Misri də bu cürdür, o birisi yerlərdə hamısı bu cürdür. İran deyə də bir tarix ki, əslən tarixdə məmləkət bir İran deyə adına bir torpaqlar, məmləkətlər yoxdur, hökumət də yoxdur. Son zamanda düzəlibdir bu. Və İran sözü də dediyimiz kimi Cığatay türkçəsindən ki, bu günləri kitablarını görürəm, oxuyacağıq orada. Mən bu 800-dən çox kitabla ki, türk dilində tanış olmuşam, əl yazmadılar və neçə yüz il bundan qabaq yazılıblar. Ki, indi biri də budur, açdıq. Bunlarla tanış olduqda gördüm ki, 4 dana türk təməddün mərkəzi tanış olduq. Biri ki, ən güclü hesab olur, bugünkü Əfqanistan, Hərat mərkəzli. Hərat özü bir məmləkətdir. Əfqanistan neçə məmləkətdən ibarət olan bir məmləkət, yeni məmləkətdir. Birisi Hərat mərkəzli, ikincisi Osmanlı mərkəzli, üçüncüsü Azərbaycan mərkəzli, dördüncüsü Ukrayna mərkəzli şeylə tanış olmuşam mən bu 800 kitabda təməddün yaradıcılıq mərkəzi ilə, ocaqları ilə tanış olmuşuq. Bu günləri Hindistandan ehtimalən Babililər üçün Hindistanda olublar. Babililərdən, Hindistan deməyək, Babililər torpaqlarından bir kitabla tanış oluruq. Birinci dəfə. Gedək görək bunun vəziyyəti, kitab sənəti, teknolojisi, kağızı orada necəymiş və indi harda saxlanır, nə vəziyyətdə saxlanır. Kitabın başında yazıblar Berlin. Yəni bu kitab bizim türklərin əlində deyil və Berlindədir. Burada kitabın şeyini görürük, eşiğini görürük. Zahirən kitabın heç olmasa şirazəsi çürüyübdür. Yəni şirazəsinin 2-3 yerinə baxanda görürük ki, 2-3 yerdən çürüyüb. Kitabın dövrəsi də çürüməyi görsənir. Kitabın bir hissəsi göndür, şirazə və qıraqlar nəqş kimi, bir miqdası parça da ortada. Gözəllik üçün belə bir şey görüblər. Kağızın ya o kartonun dövrəsinə bu gön qoyublar və parça qoyublar, onu şey eləyiblər. Üst-üstə yaxçı qalmış kimi görsənir. Səfənin içini açırıq, görürük burada 2212 deyə bir ədəd var. Nə deməkdir, bilmirəm nədir. Kitabın içini görürük, çox təmiz qalıbdır. İçindəki şirazəni və kitabı cildə yapışdırsın ki, kitab açılanda şirazə qalxır. Bilirsiniz ki, orada bir qoz tapılır, bir yarı dairə bəlkə olur. Müxtəlif zaviyələr əlbəttə. O kitabdan qopmasın deyə bir qırmızı qalin bir şeylə ehtimalən ya parçaya bənzir. Bunu yapışdırıblar kitaba. Birisi səhifədə də onun indi bu kitab neçə səhifədir? 256 səhifədir. Bu buradan 2-3 səfə ki PDF-də görürük. Burada görürük ki, kitabın hər bir səhifəsindən bir əks qoyublar PDF-in bir səhifəsinə. Onun üçün də biz indi səfənin bu birisi qismətində görürük ki, aynı kağızı yenə yapışdırıblar kitab qopmasın deyə. Bu birisi səhifədə bir tarix görürük 26. İndi bu nələrdir bunlar bilmirəm. Onu bu birisi səhifədə kitabı Türki, bunu türk-ərəb əlifbası ilə yazıbdır. 1926-cı ildə ehtimalən bu kitab gedib çıxıb ora. 2212 nə deməkdir? Yenə burada yazılıbdır, möhür vurulubdur. Mübin dərfiq ya mübəyyin dərfiq. Ehtimalən kitab-ı mübin ki deyirlər, bu deyil. Kitab-ı Türki mübin dərfiq, fiqhdə yazılmış bir kitab olacaqdır. Kitabın əsli səhifəsinə gedirik, görürük ki, təəssüflə kitaba su keçibdir. Təqribən hər tərəfində suyu görürük, dövrələrində, ortasında, yəni şirazəsində və kitab yarımçılıqdır. Çünki kitabın dövrəsinə qərə, hətta bəlkə desək nə, sürməyi xətt ilə və ondan sonra qırmızı xətlər ilə çərçivələri çiziblər. Şeirin özünün Bismillahın özünün dövrəsinə bir kadr çiziblər, 2 xətt ilə, qırmızı xətt ilə, onun üstündə 1 sm boşdur, təzəşdən bir ayrı kadr çərçivə çiziblər, çərçivələrin içindədirlər bunlar. Çiziblər, orada nəqqaşi çəkəcək almışlar, təzhib eləyəcək almışlar, qalıbdır.
Yəni yeri qoyublar. Bismillahın altında da təsvib olacaqdı, ya kitabın adı gələcəkdi, o da görsənmir. Bismillahın dövrəsində qırmızı yazını görürük. Şeiri də bölüblər iki yerə, yəni misrələr ki vardı hər şeirdə, iki cədvəl kimi çarçıviyə salıblar, ayırıblar bir-birindən. Kitab dedik ki, su çəkibdir. Şeirlərin başlığın qırmızı ilə yazıbdır. Aynı vəziyyətlə davam edir çarçıvələr. Dediyim kimi işlənməyibdir. Kitab türkcədir, Cığatay türkcəsindədir. Bu bunu göstərir ki, Cığatay türkcəsi bugünkü Hindistanı, yəni Babirilər dövlətində də hakim imiş. Bu kitab çürümağın görürük. Yəni kitabın indi dövrəsinə baxanda görürük ki, kitab elə bir siçan yeyibdir. Orada burada çürüyüb, döşülüb, diş-diş olubdur. Bunu kitabın hətta bəzən ortalarında da görürük. Kitabın başında səhifə yazmayıb, ya qıraqlarında səhifənin nömrəsini yazmadığı üçün o çarçıvədən eşikdə aşağıda sonki, hər vərağın sonki tərəfində sonki vəraq hangi kəlmə ilə başlayacaq onu yazıbdır ki, biz də burada görürük. Əlbəttə sonra zahirən gəliblər özləri bəzi yəni bu kitabı saxlayan yer hər kəsdir, harada Allah köməkləri olsun, bu saxlayıblar və bu gün bizim əlimizə yetişir. Bəzi o çürük yerləri kağız qoyublar, yapışdırıblar, ya bir rəng vurublar, yapışdırıblar. Və sonra da bu səhifələrin, vərəqların başında birinci tərəfində nömrəni, səhifənin nömrəsini yazıblar. İndi məsələn 5-ci vərəq yox, 6-cı vərəq üçün vərəqin o birisi tərəfidir, 2-ci səhifəsidir, ona görə onu vurmayıblar. Onun aşağısında o birisi səviyyədə nə yazılacaqdır, onu göstərir. Amma dediyim kimi, kitab təqribən hər yerdə dəliklikləri görürük, yəni çürüməkləri kitabın hər yerində təəssüflə görünür. Həm sudan ötürü ola bilər, hətta bu səhifə cırılıbdır. Yəni həm o şeyləri görürük, həm də cırılmaqları görürük. Və dediyim kimi şeirin də, məsələn bu səhifə ələn 21-ci səhifədir yox. Kamilən ağzı çürüyüb gedibdir. Şayət də ağzı deyil, ortası, yəni Şirazə tərəfi çürüyüb gedibdir. Bir ayrı kağızdan onun başına üstünə yapışdırıblar, kitabdan qopub düşməsin deyə. Aynı vəziyyətdə də bunları tozif vermirəm, kitab çox çürüyübdür, heyif olsun, yenə saxlayıblar, Allah köməkləri olsun və təşəkkür lazımdır. Mən ləm yəşkürül məxluq, ləm yəşkürül xaliq, hər kəs ki, Allahın yaratdığı, zəhmət çəkən insanlardan təşəkkür eləmirsə, Allahdan təşəkkür eləmir anlamındadır. Biz də bu kitabı saxlayanlardan təşəkkür eləyək. Hər kəs olur, olsun. Bunu bizim üçün saxlayıblar. Bəlkə bizim əlimizdə olsaydı, əhəmiyyət verməyəcəkdik və aradan gedəcək. Kitabın xətti çox gözəl yazılıbdır. Cığatay ləhcəsində də o cür görürəm. Xətti çox gözəldir. Sətirlər, yəni şeirlər bir-birindən ayrıdır. Niyə buna yazıblar dərfiq? Mən bəlkə şeirlər fiqh haqqında olacaqdı. Amma şeirdir. Bu əslində şeir ilə yazılıbdır. Kitabın ortalarına yetişmişik. 120-ci səhifədən gedirik. O cırılıqlar biraz azalıbdır. Amma xətt dəyişdi. Yəni indi bu 128-ci səhifədən yazı da dəyişdi. Yəni buradan şeir idi. Buradan bu üzə keçdi ərəb əlifbasına, ərəb dilində yazılır. Və tək kəlmələrin hamısının üstünə səsini də qoyur. Bu kitabın şeirlərində və birisində fərqi bu idi ki, bu kitab yenə də başladı və təzədən şeirə girdi və şeirləri başladı yazmağa. Şeirin xətti ilə, xəttin yoğunluğu, əl yazısı o düz yazılarla, ərəb yazılarından fərqlidir. Ərəb yazılar yenə başladı. Orada burada ərəb yazılar yazır. Ehtimalən duadır, ya namazdır, ya hər nədir bilmirəm. Oxumadığım üçün bilmirəm ki, bunu nə üçün yazıbdır. Onların səsin qoyub üstünə ə, e, ö, a, i, u bunları qoyub, amma türkcədə bu işi görməyibdir. Çünki yazarın nəzərinə tamam savadlılar türkcəni qəşəng başarırmışlar. Onun üçün də ehtiyacı yoxdur onlara əvvəl ibtidai kimi ki, birinci sınıfda dərs oxuyur, onun şeyliyə. Xatimeyi kitaba ehtimalən kitab xatiməsi deyə bir şeyə yetişdik. Bir beyt deyir burada.
şəkər üçüncü, şükr üçüncü fərizə Yunisi həm qıldı teyyi خنج خوشخرام قلم روز میدان bu at ilkalika ilahi ruze meydaniğə bu atını salayı. Elə bir kitabdır, amma sonra adına deyib ki, xatimi kitab xatiməsi o bir bölümdür, ehtimalən namazlar falan. Burada indi kitabı Sovm deyə, oruçluq kitabı deyə bir kitab başlayır. Mən dedim bəlkə tarix olar, amma tarix orada yazmayıbdı. Burada oruçluğun əhkamı haqqında ehtimalən şeirlər gedir. Fikr deyəndə yəni bunlar olacaqdır. Yenə bu oruçluq qisməti qutaranda yazır kitab xatimi, kitab xatiməsi. Ondan sonra kitabı Həcc. Təqiqən fiqh kitabları kimi yazıb, amma şeirinə yazıb. Çünki bildiyiniz kimi mən də biraz fiqh oxumuşam azdan çoxdan. Az oxumuşam əlbəttə, çox da yox. Cüzi deyəndə biraz pis olar. Amma kitabların formu ilə tanışam. Burada da kitabın üstünə su tökülüb. Nə tökülübdür? Siliblər, çarçivə və qıraqdan da bəzi şeylər biraz gedib də aradan, heyif olsun. Təqribən kitabın indi Həcc şeyinə yetişdik, kitabına yetişdik. Bunlar da ərəbcə düz yazı, sonra da şeir, bunlarda da görürük. Fərqlidir, yəni xətləri şeir olanda bir ayrı cür yazılır. Ərəb və qalinliği aşağıdır şeirlərin, nazikdir biraz. İncə desaq yaxşıdır, incə yazılıbdır, amma ərəbcə sözləri şey yazıbdır. Qalin yazıb, yoğun yazıbdır. İndi kitabın sonunda yetişdik, kitabın sonuna. Bu kitabın sonunda 242-ci səhifədə kitab qutarır. Qeydib bu səhifəni oxuyacağam. Sonra Lüğat-ı Türki deyə bir-iki səhifə vəsətdə ağ qalır, bir səhifə. Bir səhifə ağ qalır. O birisi səhifədə Lüğat-ı Türki deyə bir qələmə alıbdır, bir lüğətlər yazıb. Bir səfə 2, 3, 4 səhifə lüğət yazıbdır və kitab qutardı, cildi görürük və sonra da cilddən sonra əksləri görürük, kitabın necəsi qalmasına görə görürük. Çox bir əla kitab. Qeydək bu tarixi oxuyaq, lüğətləri də cəlib idi, ona da bir baxarıq. Təmmət tamam buldu. Təmmət yazıbdır, tamam buldu. Və nükatid'i bu risali şərifə əl-müsəmma be mübəyyini Həzrəti Babirşah. Kitabın adı ilə buyurmuş bəs. Ad mübəyyin, bəli, mübəyyin təşdidi var. Mübəyyini Həzrəti Babirşah. Qələndərinin mübəyyini əl-müsəmma bi mübəyyin Həzrəti Babirşah. Qələndərinin təsnifləri özü yazıbdır bunu. Babirşahın özü yazıbdır. Təsnifləri din həsəbil hükmü şərafəti sipehrinin qoyaşı və rəfəti və məkrəməti təngrinin dürri yektayı müşfiq və mürəbbi qəriban feyyaz zaman Abdullah Beykxan səlləməhullah rəhman kiminə qul cümnam Molla Məhəmməd Müştaqinin sünüq qələmidin ixtitam surəti tapdı. Elhamdülillahi Rabbil alemin. Allahümme xfirli sahibihi və likatibihi və nazirihi be məhz keremike ya ekremil ekremin və ya erhamer rahimin. Tamam, burada tarixi yazmayıbdı, amma kim yazıbdı onları deyibdi. Kitabın adını burada gördük. İndi burada dedi ki Tənrinin dürri yektayı müşfiq və mürəbbi qəriban feyyaz zaman Abdullah Beykxan. Bu Abdullah Beykxan. Beykxan bu kimdir?
nə karədir? Görək ki, Səlləməhumullah ər-Rəhman kəminə qul cümlam ehtimalən ona yazıbdır. Yəni sahibi kitab, kitabı alan Malik yazsaq yaxşı olacaq. Maliki kitab kimdir? Yəni yazdıran, o adam ki dəstur verib bundan bir nüsxə onun üçün yazsınlar. Abdullah Beykxan. Beykxan. Necə ki o şeylə yazıb, mən deyil o cür yapışıq yazıbdır. Mən də eyni o cürsü yapışıq yazıram. Abdullah Beyxan bu kitabın sahibi. Amma yazan kimdir? Yəni bunun nüsxəçisi kimdir? Nüsxəçi. Nüsxəçi Molla Məhəmməd Muştaq. Molla yazıbdır. Qabaqca Molla oxurduq. Molla Məhəmməd Muştaq deyə yazıbdır. İndi burada Babir Şahın zamanında yazıldığı üçün onu göstərir də. Deyir ki, bir də bunu oxusaq burasın. Əl-Müsəmma bi mübəyyini Həzrəti Babir Şah. Əlbəttə ola bilər ki, soralar yazılmış olsun. Çünki o onunkudur. Demir ona yazıbdır. Amma axtarıb bunu tapmalıyıq. Ola bilər ki, sonra yazılsın. Sizin bir kitab onun zamanında yazılıb, axtarıb tapa bilirik. Amma ola bilər o cür olmasın. Bu kitabı buradan qoyuruq. Qeydirik əvvəldən. Başlayaq bu kitabdan tanış olaq. Səfəni biraz yekəldaq, oxuyaq. Bismillahirrahmanirrahim. Qərə yazı ilə ortada. Onun bir tərəfində, bir ayənin birazın bir tərəfində, birazın bir tərəfində qırmızı rənginlə yazıblar. Rəbbi yəssir və təmmim bil xeyr. Allah bunu yüngüllət, asan elə və xeyrlə sona yetir. Belə bir dua ilə Bismillahirrahmanirrahimi deyib başlayır. Haqqa, haqq sözün iki dana biz indi mən də bəzən belə yazıram, iki dana qafla yazıram, təşdid qoymuram. Burada da eyni o kimi iki dana ilə yazıbdır. Haqqa həmd və səna əda qıldım. Haqq ati birlə adı, haqq ati birlə ibtida qıldım. İbtida qılğuluq niyə kim bardır. İbtida qılğuluq niyə kim bardır. Qılmasanı ati birlə əbtərdir. Adı ilə bilə şey olar, əbtər olar. Qadiri bər kəmali təngri dürür. Qahiri zülcəlali təngri dürür. Hər nə kim qılsa ol qulu pişinə, qulur pişk. Hər nə kim qılsa ol qılur pişk. Hər nə kim bulsa ol bilür pişk. Pişk, piş sözü peş, peşlə gəlmək qabaqdan odur. Peş, əlbəttə bizim Azərbaycanda peş sözü bir nəfərin dalısına düşməkdir. Yəni Güney Azərbaycanda özəlliklə qədim, indi işlənir, işlənmir bilmirəm, amma peşimə düşüb, yəni arxamcan gəlir. Peşə sözü də elə bundan olar, çünki orada da bir dənə uşaq gedir, bir peşə örgəşir, o işin dalısıcan gedir, sürünür. Hər nə kim qılsa ol qılır peşk ya da hər nə kim bulsa ol bilur peşk. Müntəzir rəhmətiğə cümrahlar. Kitabın indi bəzi yerlərində əcəba cırılıbdır, nöqtə izafi qoyulubdur. Çünki bu nöqtələrdən bəzən gözəllik üçün istifadə olur. O zaman bilmirdilər ki, bir zaman olar ki, türklər öz dillərini oxuya bilməzlər. Biz burada izafi nöqtə qoysaq, bunlar qarışdırarlar. Onların nəzərində budur ki, insanlar türk dili təbiidir. İnsanlar bunu yazıb oxuya bilirlər. Çox rahatca bunun üstünə nöqtə, 50 dənə də nöqtə qoysaq, altına, üstünə, insanlar bunu rahatca oxuyacaqlar, təşxis edəcəklər. Bu nöqtələr gözəllik üçündür. Bu nöqtələr harmoni yaratmaq üçündür. Melodi yaratmaq üçündür. Səfədə gözəl bir balans yaratmaq üçündür. Yəni, kəlmənin bir tərəfində çox nöqtə, dəndanə olsun, bir tərəfində kəşidəsi olsun, aşağı tərəfi ya
üst tərəfi boş olsun. Bunun üçün onu balans yaratmaq üçün gözlər orada mütəadil hərəkət eləmək üçün nöqtədən istifadə edirdilər. Bunu bu günlərdə şeydə təsvirsazi deyirlər elmidə. Sinema, əkkaslıq, ruznamenigarda bu dərslərin biri də budur ki, nə cür gərək bir mətn balans ola. Bir ruznamədə, bir filmdə balans ola. O balansı necə yaratmaq olar? Onu öyrədirlər. Əksinə filanla bunu biz titrin ağırlığı ilə, yüngüllüyü ilə bunu hesablarıq. İndi burada da onu görürdülər. Qədim bu işi görürdülər. Onun üçün burada bəzən məsələn rəhməti oxuram, amma bilmirəm rəhmət nə demək olar. Mən rəhmət oxuyuram. Bugünkü dillə oxuram. Bilmirəm ki, onda mənim də bu türkü dilim bu gün də yaxşı bilmirəm. Müntəzir rəhmətiğə cümrahlar, müftəxər qulluği bilə şəhlar. Yaman-ı yaxşiğə ümmidanidin. Yaman-ı yaxşiyə ümid andın. Qorxmaq andın, no nəvid andın. Andan, andın bu da gəlir. İkinci səfiyyə. Cism-i dair neçə ki qıl bulsə. Cism-i dahir olacaqdı bu da. Cism-i da hər neçə ki qıl bulsə, qıl sayı il tənida til bulsa, başımızda deyil, bədənimizdə hər nə qədər qıl tapılsa və bunların hər bir qıl dil olsa, il başına qədər danışsa, cismida hər neçə ki qıl bulsə, qıl sayı il tənida til bulsa, il başına can dil tapsa, dili açsa, həmdiğə zakir olsa ol yıllar, o illərin hamısın, desə həmdini aylar, yıllar. İndi burada bir kəlmə yazılıb ki, üstündə nöqtəsi var, bilmirəmdir. Ki, bu nə cür oxunacaq? Oldu, ya ərildi. Ol barinin kəlami. Bu bir bulğay, bir bulğay. Ol barinin kəlami, bir bulğay. Bari öz əcziğə müqərrər bulğay. Heç olmasa öz əczimizi deyir ki, acizliyimizi dilə gətirək. Burada o şeir qurtardı. Adını da yazmamışdı şeirin. Deyirəm, şey qalmışdı, boş qalmışdı. İkinci şeiri. Bu Babirilərdəndir. Babirilər haqqında bir soru soruşaq. Babirilər kimlərdir və neçə zaman və haralarda hakim olmuşlar deyə 3 dənə sual soruşduq. Şöyle şey 3 suala bir cavabda deyir ki, Babirilər parantez arasında ya da dünya tarixində tanınan adı ilə Böyük Moğol İmparatorluğu, Moğol Empire, Hicri 10-cu əsrin başlarından 13-cü əsrin ortalarına ehtimalən ortalarına qədər olacaqdı. Hindistan yarımadasında hökm sürmüş. Aslan Türk Bərlas tayfasına mənsub olan böyük və şöhrətli bir İslam imparatorluğudur. Pəs bunlar həm müsəlmandılar, həm Moğoldular, həm də ki Hindistanda 13-cü əsrdən Hicri 10-cu əsrdən 10-cu əsrdən başlayaraq, yəni 900-cü illərdən başlayaraq ta 1200 neçəyə can 900 ilə indi 1200-ün 1300-ün arasında bunlar o Hindistan yarımadasında hökm sürmüşlər. Hindistan bugünkü dilinə deyir. Yarımada deyəndə biz bilirik ki, o coğrafiya ki, bugün Hind alçılanır, ona deyirlər. Onun içində Pakistan var, Afganistan var, Bangladeş var, bugünkü Hindistan var və var ki var. Bu sülalə həm ədəbiyyat və sənət üzərində buraxdığı
dərin izlər, həm də qurduğu müəzzəm mədəniyyət ilə dünyanın ən güclü dövlətlərinin biri olmuşdur. Babirilər kimdir? Mənşə və Uyğurluq. Bu dövlətin qurucusu Böyük Əmir Teymurun Teymuriləng həfidəsi, nəvəsi yəni, olan Qazi Zəhiriddin Məhəmməd Babir Şahdır. Pəs Teymurun nəvəsi, bilmirəm bu Teymura niyə dedi Moğul. Belə bir şey dedi. Babir Şah ata tərəfindən Əmir Teymura, ana tərəfindən isə Çəngizxana çatırdı. Hə. Yəni Teymur Ləng deməkdə bir şey deyilmiş. Qədim insanlara deyilmişlər uzun Həsən. Yəni bunu görürük ya məsələn hər bir şəxsin özünə bir ləqəbi olurmuş. Onun o zahiri cisminə görə ya bir şey bir ləqəb deyirmişlər. Bu çox da bir şey deyil. Yəni pisdə o zaman deyirmişlər və təbiətən ki, şah özü şah olandan sonra deyilmir, amma o adından qalır, yəni şah olmamışdan öncə adı o nə idi, ondan qalır, ya da ki, ondan o sözlə ayrılırlar o birisilərdən. Əgər həm adlısı olsa, addaşı olsa, onlardan ayrılır. Babir Şah ata tərəfindən Əmir Teymura, ana tərəfindən isə Çəngizxana çatırdı. Buna görə Batı dünyası bu dövlətə Moğul desə də, dövlətin əsası, dili, ordusu və adət-ənənəsi tamamilə dil açısından Cığatay türkcəsi və mədəniyyət açısından Türk-İslam mədəniyyəti idi. Diqqət buyurdunuz, yəni bu batılıların sözüdür ki, bunlar Moğoldular. Mən də bunu sual olaraq soruşdum. Bu da özü elə bir ki, mənim sualımı oxuyurmuş, cavab verdi ki, yox, bunlar türkdülər və dillər. Bunu göstərir ki, mən buradan həmişə deyirdim ki, Cığatay ədəbi yazı türkcədə gördüğümün üzündə ola bilər ki, Qəzzaqistanda, Türkmənistanda fulanda da olsun, çünki onlardan oxumamışım hala. Amma Hindistana əslən getmirdim ki, Hindistan yarımadasında belə bir şey ola bilər. Yəni türklərin yazı, dövlət yazısı, dil yazısı türkcə ola bilər. Və Cığatay türkcəsi ola bilər. Onun üçün Cığatay türkcəsi əslində Çindən ta gəlir Hindistana və üstdən də Asiyanın, Orta Asiya və Asiya əslən desək, Asiya deyəndə əlbəttə Japonun Çini zadı tutur, amma desək ki, Orta Asiya və Asiyadan gəlir bugünkü o şey ki, Xavərmiyanə deyirlər batılılar, bu da Orta şey desək Asiya Orta Asiya və burada Batı Asiya desək, gəlir yetişir bugünkü Türkiyəyə qədər və Türkiyədən gətir Balkanlara, Avropanın göbəyinə qədər. Bunlarda bir uzun zaman Cığatay türkcəsi ədəbi dil olaraq, ortaq dil olaraq yazılıb cızılırmış. Və bu müsəlman türklər ya qeyri-müsəlman türklər, yəni tamam türklər bu dilinə müştərək bir dilləri var imiş, ortaq. Cığatay türkcəsi Çindən Avropanın göbəyinə qədər Hind uqyanusundan ta Sibiriyə qədər bir dildə yazıb danışırmışlar. Bugünkü kimi 40-50 yerə bölünməmişlər ki, hərə bir dildə danışsın. Hamısı bir dildə yazıb danışırmışlar. Bu bunu göstərdi. Babir Şah özü ölməz əsəri olan Babirnaməni çox axıcı və gözəl bir Cığatay türkcəsi ilə yazmış. Yəni Şah özü bir kitab yazıb, adı Babirnamədir. Böyük bir şair və ədib idi. Neçə zaman hakim oldular, tarix dövrü. Babirilər tarixi hicri təqvimi ilə təxminən 322 il davam tapmış. Osmanlının yarısından da az. Amma 320 il Hindistan yarımadası türklərin hakimiyyətində olmuş. Quruluş Hicri 932-ci ildə Babir Şahın böyük Banipat döyüşündə Dehli sultanlığını məğlub et. Baxın, onda görürsünüz Hindistan yoxdur, Dehli sultanlığı var. Gücərat sultanlığı var. Nə bilim, mən indi adları yadıma gəlmir, onlar vardı. Hindistan adı yoxdur.
Yıxılış Hicri 1274-cü ildə İngilislərin Hindistanı işğal etməsi və sonuncu hakim olan Dövlüm Bəhadur şahı sürgünə göndərmələri ilə qurtarıbdı. Qızıl dövrü, bunların mədəniyyətin ən yüksək dövrü ha zamandır. Yəni Babirilər Hindistanda bir hökumət yaradıblar ki, İngilistanlar ora gəlmədən bura dünyanın bugünkü dünya ilə müqayisədə New York'dan daha inkişaf etmiş, daha güclü. Özellikle Gücəratın üstündə çox şey geçir, söz geçir. Çox güclü bir imparatorluq iqtisadi olaraq, ədəbi olaraq, siyasi olaraq çox güclü bir imparatordur. Osmanlı ilə aynı zamanda çox da yaxşı ilgiləri var, çox yaxşı. Amma işğaldan sonra İngilislər ki, Binəvayan kitabında, seriallarında görmüşsünüz bunları, dizilərdə görmüşsünüz. O ac millət, o oğru millət, o uşaqları oğurlayıb, aparıb, əl-qollarını kəsib, onları dilənçi eləyən bir millət ki, bunun neçə dənə kitablarda özləri yazıblar, filmini düzəldiblər. O cümlədən Şahzadə və Gəda adında. Mən bunun ingiliscəsini oxumuşam. Bəlkə 18-19 yaşımda bunu oxumağa çalışdım. Getdim Azad Danışgahında imtahan verdim. İngilisi dərsinə girdim. Orada bir ustad var idi. Əgər iştibah eləməsəm, adı Milani idi. Əgər iştibah eləməsəm. Çox yaxşı bir ustad. Mən ingilisdən çox acığım gələrdi. O mənə ingilisini sevdirdi. Yəni o bu kitabla bizə dərs verdi. Və mən ingilisini sevdim. Çox gözəl dərs verirdi. Çox yaxşı bir ustad idi. 18-19 yaşım, 18 olardı, çox olmazdı. Onda da bu Sədi Dəbiristanında fikir edirəm, ya da onun yaxınlığında bir yerdə, fikrim Sədi Dəbiristan idi. Əgər səhv eləmirsəm, Əmin Sirahında bir Sədi Dəbiristanında axşamlar bu bizə Danışgah Azadın parəvəxt deyirlər o zaman, taza düzəlmişdi Danışgah Azad. Çox taza idi, 2-ci il ya 1-ci il idilər. Orada biz getdik, pul verdik bir adca, bu kitab İngiliscə biraz oxuduq. O kitabı orada oxuduq. Sonra da onun serialını gördük, Binəvayanı falan, bunları da görmüşsünüz. Bunlar hər halda İngilislər o zaman ki, bu vəziyyətdədirlər, getdilər o imperatorluğu yıxmağa, bir iş gördülər ki, Hindlilər oğurluğa düşdülər. Hala o vəziyyətdən çıxa bilməyiblər. Hala, yəni bununla belə ki, 70-80 ildir təqribən İngilistanın istiqlalından, 2-ci Dünya Savaşından da İngilistanın işğalından azad olublar, müstəqil, yarı müstəqildirlər əslində. Amma hala o vəziyyət iqtisadi hələ davam edir. O qarət elədilər. İnsanların, malların, varların, divarlardan belə eşitdiyimiz qədər, oxuduğumuz qədər söküb aparırdılar. Bir qiymətli bir şey görəndə onu sökürdülər, aparırdılar. İnsanların əlindən, qolundan qızılların zadını çıxadıb aparırdılar. Hətta bu Nadirə də nisbət verilir. Bunu deyim ki, Nadir Şaha da nisbət belə bir şeylər deyilir. Qızıl dövrü Hicri 10-cu və 11-ci illər Əkbər Şah, Cahangir Şah, Şahcahan və Öyrənci Zeyb dövründə imperatorluğun ən güclü zəngin saz dövrü sayılır. Haralarda hakim oldular. İndi bunları deyir. Babirilər əvvəlcə bugünkü Əfqanistan, biz onu demişdik ki, özəlliklə o şahın adı neydi? Babirilərdən ki, Əfqanistanda, Həratda olubdu. Aydat. Taparıq. Babirilər əvvəlcə Əfqanistanın Kabul şəhrini özlərinə mərkəz etdilər. Yəni Hindistanı alıblar, amma Əfqanistanda, Həratda başlayır. Sonra isə Hindistana köçərək ərazilərini genişləndirdilər. Övc dövründə hakim olduqları yerlər bunlardan ibarətdir. Bugünkü Hindistanın tamamı köçəri əraziləri. Ya da Pakistan və Bangladeşin bütün əraziləri, Əfqanistanın böyük bir hissəsi,
Dövlətin məşhur paytaxtı ya mərkəzləri isə sıra ilə Kabul, Dehli, Agra, Lahur şəhərləri olmuşdur. Yəni diqqət buyursanız şeydən Kabuldan başladı. Əlbəttə dedik ki, şeydə əvvəldə dedik o Hərat böyük mərkəz olubdu. Qalıbdı da, uzun mərkəz qalıbdı. Dövlətin məşhur paytaxtları değişib amma. Sıra ilə Kabul, Dehli, Agra və Lahur şəhərləri olmuşdur. Mədəniyyət və hünər mirası. Babirilər dövrü memari və şeirin ən ouc nöqtəyə çatdığı bir çağdır. Dünyanın 7 əcayibindən biri sayılan Tac Məhəl Şah-ı Cahanın əmri ilə öz vəfat etmiş həyat yoldaşı Mümtaz Məhəl üçün Agra şəhrində tikilmişdir. Bundan əlavə Dehlidəki Qırmızı Qala, Red Fort və Lahurun böyük məscidləri bu tür sülaləsinin gücünü və incə zövqünü göstərir. Gedib görməlidir. Tamam. Bu qədər məni İstəyir Babir Şahdan da bir istəyirsən bir şeir gətirim. Biz buradayıq. Seyyidül Mürsəlin və Xatəmin Nəbiyyinin nə'ti sallallahu aleyhi və səlləm bəllidir ki, bu qırmızıları dediyimiz kimi qırmızı xəttinə şeirlərə başlıq yazılıbdır. Bu Babir Şahın ya odur oldu, Babir Şahın kitabı oldu. Babir Şahın yazdığı cümlələr olmadığı üçün qırmızı ilə yazışı, yəni nəssah, istinsaqçı bunu əlavə edibdir kitaba. Vacib oldu bariğə şükr Xuday, Müstəfa buldu bizga rahnimay, yolçusuz yolunu kim bar ilğay, barsa ol qədəmdə oq qalğay. Kim ka Əhməd gibi ki bədrə qədür, yolda yüz xavf bulsə ni naqədir. Ni naqə ehtimalən, bilmirəm nə deməkdir, ni naqə. Bu miğə çist xələt, bu miğə çüst xələt ilolak, la tuğu üzzağə eyləmikdin tünçak. Oldurur nəbi ənbiya sərəfrazi, oldurur ənbiya sərəfrazi, qab-ı qovseyn məhrəm-i razi. Qab-ı qovseyn, burada bir dənə izafi nöqtə düşübdür. Əcəba nöqtədir, yoxsa kitab orada cırılıbdır. Dediyim kimi, bunlar biraz çox şey olur. Manqa qılğıl şəfaətün həmrah, neydi özqa əleykə sallallah. Kitab nəzminin səbəbi. Kim yazıbdır, onu burada oxuyaq. Bilkasın ey xucəstə peyfərzənd, cigərim birlə canimə peyvənd. Məsələlər ki ol zəruri irdi, bilməsangi diniga qusur irdi. Yeti küngülümga kim yığışırsam, nəzm tərtibida sığışırsam, ta ani zəbt qılağasın asan, ta ani zəbt qılğasın asan, ol məsaili bilkasın yeksan. Tan ki layık gündə kim hesab olğay, tan ki layık gündə kim hesab olğay, manqa əcru sənqa səvab olğay. İş bu niyyət ki min qəlbi yürmin ya türmək ürəkdə, qəlbidə törür, göyərir. İş bu niyyət ki min qəlbi türəmin, ol məsail ki min bilib
türemin min mən. Cəm'ida sə'yu ihtimam qılay, senin adingağa min tamam qılğay. Qılay. Senin atinga min tamam qılğay. Bi bəqa dini işi səhli dürür. Bi bəqa dini işi səhli dürür. Din işin qılğay ol ki əhli durur. Din-i danışda hər gün əfzun bul. Gözəl. Şah oğluna nəsiyyət edir. İndi dəlilin kitabını niyə yazdım onu deyir. Din-i danışda hər gün əfzun bul. Dövləti bəxt ilə hümayun bul. Kamiran bul cəhanda dövlət gör. 100 tuman abruy izzət gör. 100 tuman 100 min. Hər tuman elə bir 10 min danıymış. 100 tuman abruy izzət gör. Pişfərzinin tedadı. Buradan sonra indi dedi burada niyə kitab yazıram? Şahdır. Oğladına istəyir bir də şey eləsin ki, dünyadan əlavə axirətdə də üzü ağ olsun. Eyni halda din-i danışa da deyir ki, əfzun olsun. Nəsihət verəcəkdir. Nəsihət kitabı da oğluna deyəcək ki, neynəmə. Kitabın mövzusu bunlar oldu. Üləma əksəri dedi bu məqal, cəhl fərz oldu mübtili əmal. Elm, cəhl əməlləri batil eləyəndir. Elmi fərz ilka misli qərzi durur. Elmi vacib bil. O borc kimi bir şeydir. Gərək verəsən borcu. Deyir ki, elmi də gərək öyrənəsən. Elmi fərz ilka eylə. Eyləmək mənasındadır. Elmi fərz ilka misli qərzi durur. Tələbi burada bir şey yazıbdı, gedibdi. Yəni kitab heyif olubdu. Tələbi barça ilka fərzi durur. Kim ol bulsa baliq o aqil, ana biş fərz dur muni bilgil. Kim ol bulsa baliq o aqil, hər kəsi baliq o aqil ola. Ana biş fərz, ona hər şeydən çox fərzdir, vacibdir. Dur muni bilgil. Dur bunu bilginən, əməl eləyinən. Biri iman durur, İkinci səlat. Bu iki din gün, üçüncü zekat. Ramazan ruzesi yo həcc utmaq, fərz eyn oldu iş bu peşek. Fərz eyn oldu iş bu peşk. Eylədin oldu bariğə taət şərt. Leyk iki da bar istidaət şərt. İkisi də var ki, onlarda gücün çatsa. Əvvəl ol iki həccini yu zekatinidir. Mən bu ni sözün mənası bu günləri Hindidə və Əfqanistanda, Pakistanda bu ni sözü işlənir. Mənfi elir cümləni, nə yenir kimi. Amma burada o məniyə deyil. Ol iki, həccini, biri həccidir, həccini, özü həccüvi. Bizdə də bu ni işlənir əlbəttə. Deyir ki, mən, məsələn, gözümü, yəni mənim gözümü. Ol iki, həccini yo, zəkatini, malını atma çölə. Malını, gözünü muvazib ol məsələn. Paltarını götür. Onu burada da bizdə də işlənir. Ol iki həccini yo zekatinidir. Bulsə gər istitaətinin bar bir. İmdi bir qılay barın təqrir haqqı təaladın olsa gər təqdir. Əgər Allah təqdir qismət eləsə deyir, bunları bir açıqlayacağam. Birinci fərzidən başlayır. Ulği fərzinin bəyanı. Ulği ən böyük. Babir ulği fərz qıl tərif. Babir ulği fərz qıl tərif. Öz adına Babir dedi. Burada bildik ki, bunu şeiri yazan Babir özüdür.
Babir ülği fərz qıl tərif kim bar insanğa ol əvvəl ol təklif. Kim bar insanğa nə var? Var. Ve beyə çevrilir Türkçədə bu ona görə. Kim bar insanğa əvvəl ol təklif. Bardur iman min itamin işting. Nə deməkdir? Bunu bilmədim. Bardur iman. Bar düz iman. Var. Bar düz iman. Min işting. Her ni dirmenin ani güngülüga bin. Ting ehtimalen. Ting olacaqdır. Bilmədim. Yəni bunların bəhsini bilmirəm hər halda. Bu mənə bağışlayacaq. Mömin bəğa kim? Mömin bəğa kim bulur təhqiq? Qılğay iqrar til göngül təsdiq. Devam edir, şeir bu cürsü gedir. Biz fəqət burada bildik ki, yazan deyək ki, şair ya qoşmacı oldu Babir Şah. Bu Babir Şahın kitabı beləsi görülür. Şimdi kitabın sonuna bir baxaq. Görək ki, sonunda nələr tapa bilirik. Biz son səhifəsini oxuduq əslində. Onu oxumadan bir lüğətlərə bir baxaq. Burada lüğətlər yazmış. Lüğat-ı Türki deyə özü yazıbdı. T-R kafiyə ilə yazıbdı. Vav-ını yazmayıbdı. Yük farsçası bar. Bulaq çeşmə. Təngiz dərya. Çırt ruy türşkərdən. Çırt ruy türşkərdən. Acıqlanmaq. Acığımız gəlir. İşnü ehtimalən nədir bilmirəm, kətəf belə bir şey yazıbdı, amma silinib biraz. Ona görə bilmirəm bu kətəf kimi bir şey görsənir. Farsıda bilmirəm nə deməkdir. İşnü. Mingiz rüxsarə. Ağır hürmət. Avkala üfkala qüssə. Üfkala qüssə. Köç zuru qüvvət. Güc olacaq bu da. Güc zuru qüvvət. Burada bir küf yazıbdı. Ehtimalən yenə silinib bu bölümlər mütəəssifanə. Yaxşı görəm bum. Bir quşdur ehtimalən. Gözü yekə bir quşdur. Ehtimalən odur. Küf yazıbdı. Yumurtağa ya yumurtağa beyzi murq. Giriş kiriş biz bunu işlədərdik. Qədimçilərin yadına gələr biraz şeylərin, cavanların yadına. Qədim cəhrə olardı. Bizim nənələrimiz, zəhmət çəkən nənələrimiz kətdən köçmüşük şəhərə. Kasıb kətdən gələn bir şey yoxdur. Mülkün qoyub qalıb orada, əli boş gəlib şəhərə. Ər-arvad hamısı işləməlidir, uşaq işləməlidir. Uşaqlar ilməyə gedirlər, xanımlar evdə yemək bişirir, paltar yuyur, hər nə işi görəcək onlar görə. Onun yanında gedir, yun alır. Məhəllədə bir nəfər var, yun gətirir, tonundan tökür ora. Xanımlar gedirlər, onu alırlar, məsələn, təlisinə. Bir təlis alır, məsələn, 20 kilo, 10 kilo, neçə kilo gətirir evə, onu əyrirlər. Cəhrə var idi, o cəhrə ilə alıblar, əyrirlər. Cəhrənin bir ipi var idi ki, böyük təyərlə kiçik təvərəni fırladardı, mili fırladardı. Onun adına kiriş deyərdilər. Əgər səhv eləmisəm, bağırsaqdan olardı. Onu mumla o qədər şey eləmişlər ki, o qırılmazdı bu rahatlıqda. Ona kiriş deyərdilər. Mənim tanıdığım insanların bir çoxu cəhrəni əyirərdi o zaman. 50 il. 50 il bundan qabaq Təbrizdə raic işlərdən biri oydu. Ki onu əyirərdilər, nazikliyinə, yoxunluğuna görə xanımlara pul verərdi o adam. Onu aparardılar
xam ip olaraq satardılar. Bir iddə də onu alardı, aparardı, rəhlələrdi, ondan fəş toxuyardılar. Paltar toxuyardılar. O cür işlərə gedərdi. Kavurçkan, kəbutər səhrayı və belə bir şey. İndi burada Ənkəbuta bir şey yazıb, amma görə oxunmur. Yəni Urbagöç belə bir şey. Urbagöç kimi bir şey yazıb. Toratan yerinə. Qorğan, qurğan. Qurqan da ki ehtimalən bu günləri şeylərə deyirlər qələ. Qurqan da ki deyirlər qurğan sözü olacaq. Ehtimalən bir kökdən olarlar. Tura da yenə qələdir. Bu iki dənə qələnin bir-biri ilə mən ona görə deyirəm fərqi ola bilər. Tura, qələ, qurğan, qur sözü də bəlkə bundan düzələr ki, farsçaya gedib də olubdur. Qurğan. İndi Kurkan deyə ya da Qurqan deyə yazılır. Ehtimalən Qurqan sözü də ki, Türkmən səhrada bir şəhrin adıdır. Ehtimalən orada da Qurqan var. Yəni Qurğan var. Qurğan. Qəbirlik, qələ. İndi qələ yəni ölünün qələsidir. Orada ehtimalən bir böyük adam ölübdür, onun qələsidir. Tüfinç, cəng, tüfəniş də ehtimalən savaş, cəng, tüfəniş. Sancış, xəlanidən. Sancış, xəlanidən. Xəlanidən qaşımaq. Sancış da ehtimalən o anlamdadır. Tamam, çox gözəl sözləri var. Buradan geçək. İndi kitabın biraz da gedək. Bu birinci səhifəni oxumuşduq, adı gördük. Bunu bir səhifədə oxuyaq, gedək o birisi kitaba. Həcc üçüncüsüdür qulaq salğıl. İş bu ikisidin mürəkkəb bil. Bu ibadətin olsang aciz, naib etsang kişi bar caiz. Bilkasın əcz həddini müncə. Bir dəvam olsa əzm ülküncə. O da elə ehtimalən müncə olacaqdır. Həddisinin üçün naib, utasə tutmaq anlamındadır. Tutasə həddisinin üçün naib, bir tərəf bulsa əczi bil, eşitib ya da eşit olacaqdır. Nöqtələr yerlərində deyilir. Hərflər fərqli yazılıbdır. Yəni əlifi yazıbdır, o bilin üstündən. Əlifi də bildən sonra yazıbdır. Sonra bilin üstündən başlayıb bir şey yazıbdır. Nöqtəni bu başda qoyubdur. Şeylər biraz bir qatışıqdır. İşbə həc bilkasın hesabir mas çarəsi bar durur iadə və bəs. Fərz həcc olsa boyu sunluq qıl. Həcc fərz olsa boyusunluq qıl. Boyusun ehtimalən böyükməklə anlamındadır. Yəni yekəlmək, getmək anlamındadır. Həcc fərz olsa boyusunluq qıl. Nəqli da barır ru inabət bil. Bil ki naib mənub üçün niyyət. Bil ki naib mənub üçün niyyət. Mən indi məsələn həccə gedəmirəm. Ya məsələn nənəm həccə gedəmir. Onun əvəzindən məsələn bir pul verirəm. Bir nəfərə naib tuturam. Sən get mənim nənəmin tərəfindən niyyət elə, həcc elə. Sən kefin çək, niyyət elə. Məsələn, səvabı gəlsin nənəmə. Məsələn, səvaba etiqadımız var da, bilirsiniz, biz müsəlmanlar səvaba inanırıq. Bil ki, naib mənub üçün niyyət ilə olsun, həcc ortada ol fürzət. Fərzidir ki, o pul alır, niyyəti fərzidir ki, niyyət eləsin. Naib etsə cənabəti ol an, bulsa ol qılğan, işi mucibi qan, üzidin naib etsə andad bu dəm, üzidin naib etsə andad bu dəm,
Bilquran qani و تمتع هم bilquran qani و تمتع هم lekin ehzar qanini amir ya fanini amir bilmirəm. Lekin ehzar qanini amir buyurur bir mas işbuqa qan mahzar حدزنی فاسد گر ایلاس معمور نفقه her ni alğan ersə birür verməlidir. Nəfəqəçi alıbdı, onu verməlidir. Burada qutardı kitab əslində. Təmməd sözündə aşağıda yazdı. Biz bu kitabı gördük ki, ikinci kitabı açmışdıq. Oradan əkslər açmışdıq. Onlardan başlayaq. Görək ki, bu axirdəki hansıdır? Kitabın sonunu görək əcəba. Hər halda bu kitabın bir yeridir. İndi ya əvvəlidir, ya axiridir. Bilmirəm ki, ehtimalə mən nəzərimə gəlir ki, buradan başlayaq. Burada, aha, beləsi baxsaq yaxşıdır. Bura kitabın bura əvvəli, ortasıdır. Bəli, buradan aşağı kitabın sonrasıdır. Əkslər üstdən başlanır. Tamam, buradan başlanır. Birinci əksi görürük. Burada kitabın cildini görürük. Kitabın cildini təqribən çürümağın hər tərəfdə görürük. Amma çox gözəl və baskı əsasına bunun bir üstündə nəxşələr varmış özündən, baskı ilə, yəni öz rəngindədir, amma bərcəsdə deyirlər İranda. Əl çəkəndə bilirik ki, bunun harası alçaqdır, harası ucadır. Onlar görsənir. Dərinliyi, qalınlığı, eni, boyu, hər şeyi görsənir. Əl çəkəndə və gözlə də görsənir. Əlbəttə biz də burada indi baxırıq, görə bilirik, amma kitab təqribən çürümə halındadır. Göndür dedik bu da. Bu birinci əksidən beləsi bağlayaq geçsin. Hardan bağlayacağıq? Buradan. İkinci əksə baxırıq. İkinci əksi burada görürük. Bu da ikinci əksdir. Bu nədir? Bunu bağlayaq. Bu bağlasaq bəlkə bizim əkslərimiz görsənələr. Tamam. Burada indi əksləri beləsi daha rahat görürük. İkinci əksi yenə burada görürük. Aynı kitabdan, əlbəttə bunu yekəldə bilirik ki, daha yaxşı görsənsin. Kitabın çürümağını kamil görürük. Bunu yenə gördük. Bu birisi əksə gəlir, kitabı açdıq, cildin içinə baxırıq. Cildin içində nəqqaşisini görürük. O eşikdə görünməyən nəqqaşini burada indi içəridə görürük ki, çox gözəl bir nəqqaşi, qırmızı səhifə qıraqlarda biraz ehtimalən abiymiş, nəqqaşi gedibdir. Bu birisi səhifədə bir yazı görürük. Yazıb xəzinə. Ehtimalən bu kitab xəzinədə saxlanılmış, dövlət xəzinəsində. İngilislər oğurlayıblar, aparıblar, satıblar. Yəni bunları bilin. Yəni bunların bir çoxu oğurluqdur. Məsələn, Birinci Dünya Savaşında və İkinci Dünya Savaşında bir çox məmləkətləri işğal elədilər. Bunların muzələrin, bunların tarixi əsərlərin, bunların kitabların, bunların nəqqaşilərin, bunların mühüm bir şeylərin çıxartdılar, oğurladılar, apardılar. Onun üçün indi onlar qəni idilər. Fikirlərin ki, məsələn, onlar gediblər, bunların hamısını alıblar. Xəzinədədir bu. Xəzinədə olanda bir ayrı dövlət aparmasa kim oradan çıxarıb aparar? Ədəbiyyat kitablarının içində 152-dir, tedad səhifəsi 185-dir, 192 bir də yazılıbdır. Bu ikisi yazılıbdır. Bunu da burada görürük. Kitabın indi burada orta şeydə cırılmağını da görürük. Aşağıdan o Şirazənin cırılmasını görürük. Qıraqda da cırılıb, çürüyüb də onu da yapışdırıblar, onu da görürük. Bu əksi də bağladıq. O birisi əksə gedirik. Bu əksidə görürük ki, bir kitabdır da, biz bunu səhifə-səhifə baxırıq indi. Bu kitabın neçə səhifəsi var? Dedik 100 neçə, indi burada hər səhifədə 2 dənə görürük. Yəni 192 olsa, hududən 400-ə yaxın ya 386 səhifəlik ya 84 səhifəlik bir kitabla qarşı-qarşıyayıq indi biz. Ki çox əla, bunun indi səhifəni açdı, görürük ki, kitab bir ortadan cırılıbdır, qalıb o cürsə. Bu tərəfdə bir gözəl bir
təzhib işləyiblər. Bu təzhibin ortasında bir cümlə var. Kitabın adını bilmirik, çünki yazılmayıbdır. Amma biz burada oxuyub bunu tacıyıq. Mən indi üçün eləyə bilmərəm, əksləri göndərəm. Bir-bir bunları baxa-baxa oxuyacağam. Oradan ki mümkündür. Gələk, andın olduğu cümlə aləm bərqərar, qüdrətinin cüzvisindən itayın, cavmişi ənbəri tüçar ahu biyar, dağısını turt ziddan qıldı nəqş, sən ani bilsang sini indin sivar. Bir dana bu dedik, kitabın ehtimalən adı bu üstdə yazılıb, amma oxuya bilsəm. Allahu vəl əsədü əşhədü olacaqdır. Ehtimalən bu üstdə la ilahə illallahı yazıbdır. Bu şeyin içində, yazının içində. Bu hara getdik? Bu yazının içində, yəni bu təzhibin içində ehtimalən bu cür bu yazı olacaqdır. Allahu və la Allahu ilahu illa. Ehtimalən la ilahə illallahdır. Mən bunu indi bu xətti oxuya bilmirəm, amma gördüyümə gəlir ki, bu la ilahə illallah sözü burada yazılıbdır. Əcəba bunun aşağısında da bir yazı varmı? Bəli, vardır. Yenə aynı söz ki, üstdə yazılıbdır, aşağıda yazılıbdır. Qıraqlara baxıram ki, görürüm ki, qıraqlarda çox əcibə bir şeydir. Yəni, çox əcibə bir təzhibdir. İmza. Kitabın qırağında imzanı gördük. Bu imza ehtimalən Babir Şah, hər kəs bu kitabı yazıb, onun imzası olacaqdır. Çox da gözəl bir imzadır. Yəni, insafən mən deyirdim, bəlkə Osmanlıların imzası çox gözəldir, amma bu da gözəl bir imzadır. Kitabın dövrəsinə baxaq. Başda bir TKS, Türk olacaq bu möhür, orada bir şey yazılıbdır. Çox əla bir kitabdır. Çox əla bir təzhib. Əcəba bu bilmirik, harda saxlayırlar, onu da bilməyəcəyik. Bu səfəri də bağlırıq şeylə o birisinə. Bu gördüyümüz üzərə bu kitabda yenə şeyi ilə yazılıbdır. Cığatay türkçəsi ilə yazılıbdır. Ona baxaq. Burada indi Osmanlı möhrünü görürük. Elhamdülillahi'llezî hedeyna lihaza ve ma kunna linehtediye lola en hedeynallah. Aşağıda Osmanlı imzasını görürük. Tazaşdan bir ayrı möhür göz kimi. Bir dana gözəl göz şeklində çəkilibdir. Ehtimalən la ilahə illallah olacaq, amma oxunmur. Yəni, mən oxuya bilmirəm. Möhrün özü çox əla bir möhürdür. Yəni, bunu əgər eləyə bilsək yekəldaq, bəlkə daha da yaxşı olacaq bunu eləyə bilsək. Bu əkslərin gözəlliyi budur ki, hər nə qədər istəyirsiniz, yekəldirsiniz və olur. 1115-ci ildə ehtimalən bir möhür qazılıbdır. Bu da Osmanlı möhrüdür, amma nə mənənin möhrüdür, o mən görüb təşxis verə bilmirəm. 1115 amma görürəm. Orada belə bir şey gördüm. Kitabın ikinci səhifəsində yox. Buradan biraz oxuyaq, görək nə deyim. Hər nə iş qılırsın anın bilə qıl. Hər nə iş qılırsın, hər nə iş qılırsın anın bilə qıl, ana barur yollarıngi ol açar. Sənin əslin dursun andın bu bul əsil, bu mislidir nakəs əslindən qacar. Bu məsəldir nakəs əslindən qaçar. Əcəb, əcəb. Sənin əslinin dursun andın bul əsil, əsil, sənin əslin kökün var. Ona görə əslini axtar tap. Elə bil ki, bu günləri bizim Güney Azərbaycanı deyir. Bir də bunu oxusaq. Hər nə iş qılırsın, anın bilə qıl. Bilə-bilə bir iş gör. Ana barur yollarını ol açar. Ona gedən yollarını bilgin açar. O qılı, bili orada üstədir, ona görə. Sənin əslin dursun andın bul əsil. Sənin əslin yerində dursun. Sən əsil olmağı axtar. Bu məsəldir nakəs əslindən qaçar. Bu bir məsəldir ki, nakəs əslindən qaçar. Çox gözəl sözdür, mən bunu yazım.
Bu ən eşitdiyim gözəl sözlərdən biridir ki, bilmirdim. Məsəl. Naçəs əslindən qaçar. Çox gözəl bir türkcə məsəldir məsəl. Üç anik dur mülk qida bağasın. Üç inik dur melek qida barğasın. Seni lü her su hava andın guvar. Seni bu hirsu hava andın guvar. Ey Şəbani senin bunu yazan adı Şəbanidir. İkinci kitaba gəlmişdik. İkinci kitabın adını gedək burada. Bu bir, bu da iki. Kitabın adı bilmirik. Şair Şəban. Şəbani ya Şəban. Ey Şəbani seninsin ani bil, senin işin ani sümakdin uzar. Ani sümakdin uzar. Burada şiir tutarır. O birisi şiirin təzhibi var başında. Acaba o birisilərdə təkrar olacaq ya yox? Görək ki, burada bu şiiri də oxuyaq. Görək ki, bir tarix falan yazar burada. Mən bunu çox istəyirəm ki, bu kitabda görə bir şeylər tapım, adın falanı tapım. Eyləsin hər məzhərinin sirri peykan birubar. Eyləsin hər məzhərinin sirrini bilgan birubar. Qıldın üç fəzlinin bilə aşıqların iftixar. Qətrəsünü lütfün irlə ol sədəf qursağına. Qursaq məmulən boğazımız, qarnımızda bağırsaqlara deyirik qursaq. Əlbəttə mən indi qarın qursaq deyəndə bu daha yaxşı bəlli olur, amma doğrusunu desəm bilmirəm hansı qismətlərə deyirlər. Qətrəsünü lütfünün irlə ol sədəf qursağına. Lülü ilala qılırsın. Bəlkə dürri şahvar. Bu birisi səhifəyə getiririk. Bu kitabın keyfiyyəti çox yuxarıdır. Bu nəcər şey oluna. Bu kitabın dövrəsinə qızılla nəzərə belə gəlir. İki halət var. Ya bu kitabın dövrəsinə qızılı bir kitabda oxuduq, hünər kitablarında oxuduq ki, qədim qızılı bir iş görürmüşlər, həll elirmişlər, su kimi elirmişlər. Onunla qələmi vurub yazırmışlar. Ya nəqqaşlıq elirmişlər. Dedik ki, indi də bəzi şeylərdə, restoranlarda bunu qatırlar içməlilərə, insanlar bahadır, alırlar, içirlər. Ehtimalən bu qızıl parçaları ilə bu şey eləyiblər, qatıblar, nədir o kitabın kağızın üstünə vururlar? Ahar. Ahara qatıblar, vurublar, bu qızıllar oradan görsənir. Mənim təhcə ehtimal ki, zehnimə gəlir budur. İstirdim ikinci ehtimal deyəm ki, bəlkə də fəqət ahar bu cürdür, amma gördüm aharla qatıblar, yapışdırıblar da, yəni bunu olacaq. Elə bir ki, sıvıyıblar, beləsi deyim. Və tüm yazının arxasında yoxdur, yazıların da dövrəsinə də burada tozih verməmişəm. Yazıların dövrəsinə çarçivə diziblər. Çox diqqət ilə. Məsələn, birincisində abı, qərə, zeytuni, qərə, yaşıl, qırmızı, qərə, ağ, qərə. Diqqət buyurun, bunların bir-biri ilə arası 1 milimetrdən də azdır. Yəni bu saydıqların bilmirəm neçədən yarım santimetrin içində bunları rəhləyiblər, yazıblar. Bu birinci və ikinci səhifədə olacaqdır. Üçüncü səhifədən sonra abıdır, ağdır, zeytunidir. 2 dana bir-birinin dibində mikrometrlə, sonra 2 milimetr arı ilə zeytuniya qərədir. Sonra 2 milimetr fasilə ilə
qərə mikrometrlə qərə yenə də cizgi. Beləsi davam edir çox diqqətlə. Mənim nəzərimə gəlir ki, bir dənə əvvəl şablon düzəldiblər bu çərçivənin üçün. Çərçivəni cizəndən sonra bir dənə əsli çərçivə yəni varmış ki, bu yazı yazmadan, çərçivə cizilmədən bunu qoyurmuşlar və bunun dövrəsinə o aharı sürtüb onu qızılla olan yeri sürtürmüşlər. Sonra çərçivəni götürüb o ahar vurulan çərçivəni götürüb qalanların üstünə o cizgiləri qoyub çəkirmişlər. Yəni neçə dana bir-biri ilə az fərqli, çox az fərqli şablon varmış ki, onları qoyurmuşlar, götürürmüşlər və şey olurmuş. Yəni bir-birinin içinə keçirmiş ehtimalən qoyurmuşlar, bir-bir götürüb o birisi dövrəsini çəkirmişlər. Bu cür ciddi bir işdən görürük ki, belə bir işdir. Bu birisi şey, ey sənin zatin birinin tarifimizdin biniyaz. Ey senin lütfün vücudun bi hesabı bi şumar. Olu evvelü ahir sen oksin marice alem daiyan. Alem daiyan. Evvelü ahir sen oksin barice olacak ya marice. Barice alem daiyan. Baricə aləmdə qılıb baricə olacaq üstəki. Çünki burada aşağıda baricəni gördük. Baricə aləmdə qılıbsın qudretin ginni aşkar. Ya ilahül aləmin hər bəndə larğə rəhmi qıl. Sən kərəmdin üzrxahu biz xətadın şərmisar. Kirdicara senin ol qadir ki sensin ol qadir ki öz hökmünün bilə asmanlarga xurucu yerga bir bibsin qərar. Beribsin, berib nöqtəsi yoxdur, yığın, onu amma beribsən oxunur. Beribsin qərar vermək. Yüz qoyarlar həzrəti cudinga danışmənd şeyx. Danışmənd və şeyx, danışan və şeyx. Baş qoyarlar xaki dərgahingə şahu şəhriyar. Kafir-ü müminğə qılding izzətin ginni bi hesab. Kimsə kim lütfün din ayrılsa bulur bi etibar. İndisin kim şahi bəxti haliğə lütfüngə birlə bak. Bu şeir qurtuldu. Gedək o birisi səhifədən. O birisi səhifəni açaq. Ey Kərimi Zülcəlali Qadiri Pərverdigar. Burada qurtardı. Tevhid bari deyə bir şeir başlayır. Çərçivələri aynıdır. Şeirlərin özünün də içində bəzən məsələn o bayaqda oxuduğumuz şeirlər də bir səfənin içində kamilən modern şeirlər kimi ki, bir beyt üstədir, bir beyt aşağıdadır belə, o cürsi yazılmışdı. Amma bəzisində də indi bu şeiri oxuyaq, görək ki, fərqli yazılıb. Yəni misrələr bir-birinin arxasıcan beləsi düzülüblər. Bu misrə, sonra bu misrə ortasından başdan aşağı çərçivə çizibdi, ayırıbdı bir-birindən. Bundan da fəqət 1-2 beyt oxuyacağam. Qalanın gedək o birisi səhviyə baxaq. Sübhüdəm həqqi sözlərindin yad qıl. Ming hər atin göngülünqa bünyad qıl. Əvvəlin o axərin oldur qədim. Baricə aləm padişahi ol həkim. Padişahlar padişahi ol turur. Anqa qulluk kim qulur? Sultan turur. Sultan turur. Anka tanıq, indi də deyirik şahid, tanıq, şahid. Türkiyədə gedibdir hüquqa bu kəlmə, hüquq elmində tanıq şahid əvəzinə işlənir. Yəni oradan görübdür. Anqa tanıq 18.000 aləmi andan oldu cümlə aləm mülkəti. İsmi zatın atı birlə itayın. Andan özqa sözbar irsə qitayın. İsmi əzəm anın atidir bəyan. Fəzli ilan özünü qıldı əyan.
ol əzimi, ol həkimi, ol kərim, ol həlimi, ol əlimi, ol rəhim qutardı şeir. Burada əlbəttə davamı ayrı bir gəlir. Gedir, bunu da bağlayaq. Çıxaq o birisi səhifədən bu bir kitabdan bir ayrı şeiri oxumağa çalışaq. Əlbəttə, indi bunları istəyirəm ki, görün bir yerdə, orada Həzrəti Rəsul üçün bir şeir yazıbdır. Ondan bir-iki kəlmə çox oxumayacağam. Gedək, istəyirəm ki, görün bu kitabın adın, tarixin bir şey tapa bilirik. Haqqı Taalanın Həbibi kim durur? Həbibinin altında məsələn indi 3 dənə nöqtə ayrı qoyulubdur. Bəlkə gözəllik üçün qoyulubdur. Haqqı Taalanın Həbibi kim durur? Əhməd-ü Məhmud-u məhbub ol turur. Barçardin burun gelib sonra qalıb. Barçardin ya barçarin burun gəlib sonra qalıb. Əvvəl-ü axır Məhəmməd ol turur. Bir barın ibtidasın kim sınar? Bir o barın ibtidasın kim sınar? Axırında intihasın kim bilir? Vəsfinanın həqqi qılır Qur'an belə türlü möcüzatın ol qılır. Burada Həzrəti Məhəmmədin haqqında bir şeirlər görürük. Sonra da yenə devam edir. Bir ayrı kitab, bir ayrı səhifəyə gedək başvuraq. Bu yenə də Nə'ti Nəbidir. Qüdrətinin əvvəlində Zülcəlal ol Məhəmməd ni qılıb sahib kəmal. Barca mürsəllərdin ani üzdürüb özünə görsətür ziba cəmal. Tamam, devam edir bu şeirlə. Gedək bir ayrı səhifədən bu kitabdan görək. Yenə Nə'ti Nəbidir. Burada yenə aynı Hazreti Muhammed sallallahu aleyhi ve sellem hakkındadır. Ey Muhammed ayağının altında kaldı ne tabak ne tabak. Ey Muhammed ayağının altında kaldı, ayağın altında kaldı ne tabak. Hem Resullar hem melagik senden o uğranır sabak. Eşk sırrın her kişi senden burun bilməsidir. Eşq sirrin hər şeysi sindən burun bilməsidir. Burun ehtimalen çıxartmaq, anlamaq. Burun anlamına da gəlir. Bu da bədəndən eşiyə çıxdırsın, burun olubdur da, burun. Eşq əhliğə yayıldı dəftərindən bir vərəq. Tamam, bu da bu səhifədə, bu şeirdə bundan başladıq. Gedək bir ayrı səhifəni baxaq. Yenə Nə'ti Nəbi devam edir. Şirin ləbidir kösəri sözü şərabin əntəhur. Şirin ləbidir kösəri sözü şərabi əntəhur. Ehtimalen belə sonra. Şirin ləbidir kösəri sözü şirin şərabi əntəhur. Ya xudanın did göhəri qılmadı haqq ta kəsizə pakizə nur. Ya xudanın dik gövhəri qılmadı haqq ta pakizə nur. Ol cövhəri pakizənin cismin görüb gök aləmi. Məsələn, pakizələrin nöqtəsi bəzi yerdə qoyulub, bəzi yerdə qoyulmayıbdır. Məsələn, qılmanın yerlərin nöqtəsi qoyulmayıbdır. Bu dedim gözəllik üçün bəzən belə yazılır. Şərt budur ki, yəni bu pişfərz var, bu öngörü vardır ki, türklər öz dillərini yaxşı bilirlər, ehtiyac yoxdur, nöqtə qoyaq, oxuyubdur, anlarlar, başlaparlar. Ol cövhəri pakizənin cismin görüb gök aləmi, de kim anın eşqida bil sifət səf turur hur o qusur. Devam edir beləsi, sonra hərfi əlif ilə başdır. İlahi, ürür birliğinin aşkara, Qəmuq dərd larğəsin oqsin müdara. Sənin eşqingini saqlay alman güngülüqda. Gözüm qumari ani qılmaqa yara. Devam edir beləsi. O birisi səhifəni açaq. Görək ki, o birisi səhifədə
bəlkə bu kitaba görə bir tarix ad tapa bilərik. Ehtimalən gərək oxuyaydıq. İstəyək bu kitabın adını tapaq. Oxumağa məcburuq. Çünki şeirdir. La'li yaqut ləblərindin qunçə xəndan dursunqa. Dürtişingini gürkali bu əbr neysan dursunqa. Qaşların masın görüb bu xəstə gönlüm qorxmadı. Gözləringini oğlarıydın böyle qurban dursunqa. Aşık dil xəstəni hər dəmdə ey İsa nəfəs. Aşık dil xəstəni hər dəmdə ey İsa nəfəs. Öldürüban ter gözürsün bari asan dursunqa. Sən nədin zoru cəfani bilgə tədbir eylədin. Hüsn ilinin arasında böyle dövran dursunqa. Sən əzəldin aşina bu halimat oldun mənqa. Ey Şəbani hər nə qılsa dərdi dərman dursunqa. Görürsünüz ki, yenə Şəbaninin burada adı təkrar oldu. Şeirə başlayıb da əslində. Mən biraz baxım, bəlkə bir yerdə yazar ki, bu tarixdən filandan, amma indi bu yazılır, adamın gözü adət eləmədiyi üçün hızla da baxanda tarix də yazılsa onu təşxis verməsi çox zor olacaqdır. Gözəl, çox gözəl o şeiri ki, ələn orada oxuduq, çox məhşər idi. Zülfü damu xalidanə ol sənəm qılmış mənqa. Zülfü damu xalidanə, mən quşam, bir dana o tələ qurub, içinə də dən tökübdür. Məni tutsun, şikar eləsin, o şikarçı. Zülfü damu, bilirsiniz, biz çətə deyərdik, atın quyruğunun tükündən bir çətə düzəllərdik. Tükü də görünməzdi. Dənə səfərdə bunu bir cür qucəllər. Mən bilmirəm nə cür cələ, yadıma gəlir amma ki, quş gələrdi onun içində yeyəndə o bağlanardı. Bunun ayağı, başı, bir şeyi gir elərdi ona. O düşərdi, qatı gedə bilməzdi. Qalardı orada, biz tutub onu kəsib yeyərdik məsələn. İndi zülfü damu xalidanə ol sənəm qılmış mənqa. Sənəm də büddür. Bəndim din gərəlar, cədi din salmış mənqa. Cədi, gəndə o tükün vuruluqları, qıvırcımı. Bəndim din kərəlar, cədi din salmış mənqa. Tün özüdür hicr üzündür, zülf özündür, neylərsən? Çox gözəl. Tün özündür, hicr özündür, zülf özündür, neyləsin? Hər şey sənsən. Tün özün ehtimalən üz ola bilər. Özün mən oxuram, amma uzun da ola bilər. Tün uzundur, hicr uzundur, zülf uzundur, neyləsin? Hicr ötündən hər səhər vəh göngülüma yakmış mənqa. Çox gözəl şeirlər. Mən eşq elədim. Bu kitab oxumalı kitablardan biri. Bunu mən həttəmən gərək inşallah çevirəm şeyə, PDF-ə ki, bir kitab olar, səfərlikdən çıxa, oxuması rahat olar. Bunu oxumalıdır. Yəni, məhşər şeirləri var, çox təsvirdir hamısı. O şeirin davamında ey Şəbani haqsınqa buldu əzəldin aşina, anın üçün xoşqu tər mülkündə qıldı padişah. Hər neçə müşkül işindədir, birdi haqqı nüsrət sənqa. Hər neçə müşkül işindədir, işindir, birdi haqq nüsrət sənqa. Nəfs-i dünya oturub oqlamayın qılqıl səna. Tamam, devam edir bu cürsi.
baxıram görürüm ki, bəlkə bunların içində bir tarix yazar başlığında. Mən də bu tarixi deyə gələrəm buradan bir şey taparam. Bir ayrı şeirin əvvəlindən 2 beyt oxuyaq. Həndə can buldu biling ol buy pirahən mana. Həndə can buldu biling ol buy pirahən manga. Gönlüm oldu iş bu buyden süpüdig roşen manga. Sır eşkingini göngülda neçə yıl ısrar edim. Eşk əsrarı üçün buldu göngül məxzən manga. Çox gözəl. Ehtimalən Həzrəti Yusifin nağılında ki, onun köynəyindən dədəsi alır, gözləri açılır, onun ətrindən, iyindən. Bu da onu gözəl bir şeyə çevirib nağılı və gözəl işləyir üstündə. Burada 2 şeir bu səhifədə görürük, amma birini oxuyum. Ey göngülünün bülbülisin. Ey göngülünün bülbülisin. Sözlə bostan barıda. Ey göngülünün bülbülisin. Sözlə bostan barıda. Bulmağıl xamuşisin indi iş bu destan barıda. İndi kitabın haqqında ehtimalən danışır. Bulmağıl xamuşisin indi iş bu destan barıda. Bari dastandır. Ne sorarsın bilge mindin itamin ey derdmend. Ne sorarsın bilge mindin itamin ey derdmend. Gunçe sari gamgay. Gunçe sığ mesela çığın nöqtəsini qoymayıb, amma %100 gunçədir. Yəni nöqtəsi yoxdur. Gunçe sari gamgay min la'li xəndan barida. Bağ içində sümbülü gül əsrü küb xoşbu irir. Bağ içində sümbülü gül əsər ehtimalən o. Küb xoşbu irir. Müşkü ənbər İslaman ol zülfü reyhan barida. Sərvü gül bilman nətün ol bağbandın su tilar. Tilar diləmək, arzu eləmək, dilənmək. Dilənmək sözdə bu da arzu edir. Ki, mən gedim bu qapıya bir pul versinlər. Sərvü gül bilman nətün ol bağbandın su tilar. Sərvinən gül niyə o bağbandan su dilənir? Arzu edir. Ey gözüm qıl pərvəriş bu kövkəbi əfsan barida. Bari sözü yəni ən azından da, ən azından bu işi gör. Ey şəbani gecələr yarın xiyali xoş turur. Nə gərək tura imdi. Nə gərək tur imdi. Sənqa iş bu mehman barida. Gecələr ki yuxun yarı yatmırsan yuxuda yarı görmədən. Nə gərək var ki indi sən qonaq gedəsən. Ya qonaq gələsənə. Çox gözəl, əcib şeirlər. Mən yəni bunu deyim ki, biraz Hafiz oxumuşam aslında çoxdan. Əslən Hafiz hara bu? Yəni çox bu ayrı bir şey. Hafiz bunun yanında gərək dura, kəlli səcdə eləyə. Nəinki o şeydir, yəni az adamdır. Yox, bu çox türk dili çox güclü bir şey daşıyır. Bu birisi səhifədə bir şeirdən 3-4 beyt oxuyacağam. Nə verir? Görsəm ol gül çehrənin cilvəsini gülzarıra. Canimə 100.000 tikanlarını uradır xarara. Əcəb söz deyir. Wow. Yəni bunu filmə çəkəsən
Görsəm ol gül köhrənin cilvəsini gülzarara, gülzarın içində onun güllərin arasında gülzar o il ki orada güllər çox olur da ora. Orada deyir əgər bunun üzün çehrəsini görsəm, cilvəsini görsəm, cilvəsi də yəni onun görsəntisin, nazın, ədasın. Canimə 100.000 tikanlarni oradur xarara. Deyir ki, canıma 100.000 tikan orada batsa, ara yəni qaşısalar, şey eləsələr, batsalar, yenə də deyir ki, rahatdır. Yar xiyali bir ləhdaim barisə olmaq mank. Yar xiyali bir lədayim barisə olmaq mank, o bilmirəm bu nədir oxunacaqdır. Giranın naz xiyali bulmasın əğyarara. Sümbülinin tarikidir küfr iman və bədəl. Sümbülinin tarikidir küfr iman və bədəl. Alinin altının ol tüfuyi zühdü riştəsin zunnarara. Bunu bilmədim, təqva olacaq ehtimalən, amma 2 dənə nöqtəsi var, yəni 4 dənə nöqtəsi yoxdur. Altının ol təqva və zühdü riştəsin zunnarara. Görürsünüz ki, getdi zunnara da çatdı. Yəni müxtəlif bir hekayələrdən götürür və gətirir. Bu birisindən də yenə də burada 2 şeirdən görürük. Mən bunların birindən ölkə məskənlərdə dünya dövlətin qıldı nəsib. Bizim başımızın alın yazımızı deyir də, biz də ölkə məskənlərdə dünya dövlətin qıldı nəsib. Axirətnin dövlətin həm bir sahit irmas qərib. Bidət əhlini savurdum maveraun nəhrara. Bidət əhlini savurdum maveraun nəhrara. İş budur, işim Xurasan mülkida həm əngərib. Ləşkəri İslamni cəksam qızıl börk üstünə. Bulğusi maver Mədinə keşvərindin şul həbib. Tamam, devam edir. Gedək bir ayrı səhifədən. Bu səhifədə də yenə 2 şeiri neçə qızlardan qız və qız. Türkiyədə qız deyilir. Bizdə qız deyilir qafla, orada q ilə deyilir. Və burada da qız yazılıbdır. Yəni Cığatayda da qız deyilir. Neçə qızlarının saçının zülmətində lə'linab. Neçə qızlarının saçının zülmətində lə'linab. Xoş yaraşur tələtinin xızr suyindən xoşab. Məzhəfi rüzxarıngi hər kim oqu bilməz idi. Müzhəfi rüzxarının hər kim oqu bilməz idi. Min əzəldin iş bu xətt eşqində qıldım istirab. Mən əzəldəndir bu eşq yolunda bu üzdəki rüxsardakı xətləri oxuya bildim. Tamam, devam edir beləsi. Bu birisindən də bir şeirin əvvəlindən 2 beyt oxuyayım. A yüzündin ey sənəm alsan niqab. Ay yüzündin ey sənəm alsan niqab. Toğar ol zülmət tununda aftab. Zülmət tununda tunel kimi bir şeydir də. Yəni bunu neçə dəfə oxumuşuq, amma aftab. Sənin atın atdı Allahu Həbib. Sənin atın atdı
Allahi Habib dünya ve ukbada kıldı aftab. Devam edir. Qalsın çox sevməli. Hardan oxuyacaq? İndi bu hardan gəlir? 18-ci səhifə. Tamam. Tamam, düzdür. Buradan başlayırıq. Yenə burada 2 dənə şeirlə başlayır. Mən bir-iki əvvəli kamil görsəniz onu oxuyayım. Ondan bir neçə 2 beyt oxuyayım, qalanı qalsın. Canimə cansız nişat yok. Neylayın mən ey tabib. Gel yüzündə rəngi görmay, nalə qılmaz əndəlib. Gül yüzündə rəngi görmay, nalə qılmaz əndəlib. Zülfü xalu nərgisinin qəmzəsinə tüşti göngül. Bəxt-i dövlət həmnişin-ü fəth-i nüsrət əngərib. Tamam. Çox gözəl, çox gözəl. Yəni məhşər bir kitabla tanış olduq. 19-cu səhifəsindən yenə burada 2 dənə qəzəl ilə tanış oluruq. Ey dəriqa kim qırıqlıq vaxtida buldum qərib. Ey dəriqa kim qırıqlıq vaxtida buldum qərib. Tikma bir nadan qulğunğa qaldı sindin ayrılıb ehtimalən. Tikma bir nadan qulunğa qaldı sindin ayrılıb. Nə yemə lardin, nə nimə lardin mürəkkəb qıldım indi tü'məni. Yenmə ehtimalən ola bilər, nimə də o. Mən nimə oxuram, amma yenmə də oxula bilər. Nə nimə lardin mərkəb qıldım indi tü'məni. Dərdüğəm birlə bu müngdin gözlarım yaşı akıb. Devam edir. Bu qədər məni bu səhifədən görər. Kitabın 20-ci səhifəsindən açaq ki, burada 2 yenə də 2 şeir kamil görürük. 2 qəzəldir. Ey mənin nəfsim, canım meydana versin sarmaşmaq. Ey mənin, acaba sər sözü sarmaşmaq sözündən gəlirmi? Ya sarmaşmaq sözü sər sözü ilə mürəkkəb olubdur. Ey mənin nəfsim, canım meydana dirsin sırmaşıb, başın üçün hər zaman mindin nari tur qırmaşıb. Bu zəif cismimni bil, canim quşi ülvi cigar. Bu zəif cismimni bil, canim quşi ülvi cigar. Nəfs-i süfla ol məqamğa mini qoymasın hirmaşıb. Hər kişi kim pak damən buldu nəfsi hirsidin. Hər kişi kim pak damən buldu nəfsi hirsidin. Tekigahi irz-i əla sarı bari barğay yarmaşıb. Gedək bir ayrı səhifədən görək ki, 21-ci səhifəni açırıq. Əslində indi 40 neçinci səhifədə yox. Uzun bir şeir var imiş. Onun axirindən 2 beyt oxuyaq. İndi ki belə oldu. Görək ki nə deyir? Anın hicru fəraqında bu qırşı culida olsam. Kəfəndin valihidik lalə yatu bir da bətür yarəb. Bitür yarəb. Kəfəndin valihidin lalə yatur bir da bitür yarəb. Yenə dilbər fəraqindin mənqa zoru cəfa bulmaz. Bu zoru bu cəfalarni nə din bilman salur yarəb. Şəbani
uygunin etsin. Oşul dilber feragında, tüşündü bar görgaydi. Bu uygudin getir ya Rəbb. Bu şeirdə sonundan 3 beyti oxumağa çalışdım. Düz qələt çalışmağa çalışıram. Yəni 22-ci səhifə 44-cü səhifədir kitabda əslində. Burada da 2 dənə əslində bir şeiri kamil görürük, bir qəzəli qalanı qalır. Bunu biraz keçəldək, bundan bir 2 beyt oxuyaq. Zülfünü qılar sənəm gönlümqa ilə rəhmətim. Oğzini ya da oğrini bağlar anin dik il emagın her kütüb bir kütüb. Oxuya bilmədim. Kitab Zülfünü bağlar sənəm. Ağlar orada bağlarmış, nöqtəsi yoxdur. Zülfün üstündə bir püş kimi qoyubdu. Oradan indi zülfünü bağlar sənəm göğlümqa eyla rəhm edib. Zülfünü bağlar mənim göylümə. Düyünlür mənim göylümə. Çox gözəl. Zülfünü bağlar sənəm göğlümqa eylə rəhm edib. Oğrini bağlar aning dik il amagın hər kütəb. Oğrunu da bağlar indi Allah bilir hara. Ol mənim gönlüm uğurlar, gönlüm anın zülfünü. O mənim göylümü uğurlar, o oğrudur da onu. Mən də onun zülfünü uğurlaram. Ol mənim gönlüm uğurlar, gönlüm anın zülfünü. Fikri batildir gönlünün, mişki bulmaz gizlanıp. Fikri batildir gönlünün, mişki bulmaz gizlanıp. Eşk məstini kim olarlar bulsa atingiz manga. Eşk məstini kim uğurlar bulsa, uğurlar uğurlu olmaq, yaxşı olmaq, müvəffəq olmaq. Eşk məstini kim uğurlar bulsa atingiz manga. Etsin xah itmasın bulmaz turani oğri təb. Burada ehtimalən bir kəlməni tib ola bilər. Neylayın kim zülfinin sodasıdın mecnun göngül. Dilberim kuyunda sergerdan irürmindin ketib. O ketib ki orada vardı. Burada da onu tikrarla. Ketib kitab həma. Ne kılır miskin şebani zülfü halidin niyene. Ne kılır miskin şebani zülfü halidin yene. Bendiga geralar eyle saldı bir kitab, bir ketib. Səfəni bağlayaq ki, çox o birisi səfiyə görək ki 196-cı səhifəyə gedir. Aha, bu başdan başlayacaq. Bu səfər 187-dən başlayaq. 187-dən başlayanda kitabın sonlarında 2 beytlər, tək beytlər onları görürük. Burada 2 beytlərdən bir dənə oxuyaq, sonra gedək tək beytlərdən bir dənə oxuyaq. Keçək o birisi səhifəyə. Ey dost, səbəbi kali özgasi ərim yox. Oxuya bilmədim bunu. Anlamadım yəni. Anlamadığım üçün də kəlmələr tanış deyil mənə. Əsla zehnimdə bunlardan bir şey yoxdur. Benayi sözdə buldu. Benayi sözdə buldu. Əsru dildül. Anın tikkida bar aləmda bülbül. Surahi naibi bülbül bilə xoş. Nə xoş saqi surahi qılsa qıl. Bu bir yenə də bunda yaxşı oxuyub anlamadım nə deməkdir.
Burada da bir şey təşbeh görürəm. Onu da oxuya bilməyəcəyəm çünki anlamıram. Biz ketgali ankmadi binayi nedin. Əsli nakes durur ya xud bidin. Bu səhifədən keçirik, o birisi səhifəyə keçirik 110 188-ci səhifədə. Tarixi Sultan Nəmənə ehtimalən burada biz bir şeylər anlaya bilək bu kitabdan. Görək ki, nə deyir? Ehtimalən bunun 190 biz o baxdıq da ona 187-yə baxdıq, bu 188-dir. Tamam. Buradan tarixlərə keçir. Calipdir, adamların bir burada tarixini deyir, heç birisindən bilmir. Salixuç yılında Səbikban işi axir buldu bil. Salixuç yılında Səbikban işi axir buldu bil. Tarixini TTZ qıldun anisin yaxşı bil. Tarixini dəstəli T, dəstəli Z qılduq. Anisin yaxşı bil. İndi burada ehtimalən tarixini TTZ. Əcəba buradan bir tarix çıxada bilərik. Qalsın görək. Çünki bir adamın adı da Əhməd. Tarixi Sultan Əhməd Tənbəl. Buldu tənbəl iş bu hirik zərbidin əsru həlak. Girdi qurğanğa, qəbir genə dedim, qurğan, qəbir deməkdir. Girdi qurğanğa, qacıb ol ilini qırılıb münfəil. Burada bunun tarixin hər halda bu Sultan Əhmədin ölüm tarixidir. Tarixi tənbəl. Tənbəl çiriki qıldı yo buldu xarab. Sabit buldu ki qalmadı. Canida nab ya canida bab. Nab da ola bilər, bab da ola bilər. Hacət bulsa bu fəthi tarixi sanga. Ol hərfin bu türk misraida tap. Burada bu misrada deyir ki, onun hərfin tap cinən ya şey eləcinən. Tap cinən onun tarixi. Xacə tarix deyibdi, tarixi Xacə Cafiti. Xacə Cafiti adında bir adama burada tarix yazıbdı. Bunu da geçək. Bir ayrı tarix. Onun tarixidir. Əlbəttə bu davamıdır. Tarixi Mevlana Məhəmmədə bir tarix yazıbdı. Muəmma yad ba həm əngah. Ağsaqqalın kafur ənbər yüz üstünə iki yanini yolutub bakınız göz üstünə. Yasim əngah. Bu da belə bir şeydir. Mən kiçik qoymuşmuşam, ona görə deyirəm Allah, mən bunu niyə belə görürəm? 89-cu səhifəyə baxırıq. Ənqa, bunlar ənqalardır. Gedir burada. Təkbeytidirlər, bunlar ənqa haqqında. 120'din qılır min bir məəmmat üçün. 120'din qılır min bir məəmmat üçün. %1'ni kim yığayın neyləsin luat üçün. Bu ehtimalən bu alt üçün, ad üçün yəni. Nam qılsan nüqrəni yarım ora öz o avazi ketar. Ad birlə qapsasang üç andin ol dəmi çıqar. İhtimalən belə bir şey. Buranın xətti biraz değişibdir əvvələ görə. Oxuması biraz zorlaşır, amma o cür də deyil ki, oxumaq olmasın. Yenə ənqalardır, bülbüldür, güldür. Bunlar üçün təkbeytilər, dövbeytilər. Gedək 91-ə.
با هم شدنی diye bir şey yarattı. İlk maşid ebnahi fazil buldu. İlk başida benahi fazil buldu. Tolun avdin il ara meşhur buldu. Her neçə musafir buluban biz kakilib şəhnayini ketarib özü buldu. Bunlarda da beləsi bir şeirlərlə devam edir. 92'ye geldik. Bunlara baxıram ki, bunların içində bir şey tapa bilirəm, bir tarix tapa bilirəm, amma 193-cü səhifəyə baxırıq indi. Sistan. 2 dənə burada tappa deyibdi. O nədir kim buldiya güllar betar. O nədir kim buldi da güllar bitar. Yol yürür ka erpe gutmay atar. Ağzı gözünün başı durur renk. Ağzı gözünün başı durur renk. Bil tişini ağusi andın tatar. Ya belə bir şey. Bir dənə indi tapmaca idi oxuduq, amma mən oxumağını da başarmadım. Kitabın sonuna gəldik. 194-cü səhifəyə gəlmişik indi. Kitabın sonunu görürük. Ki dediyim halətdir. Baxın, burada diqqət eləsəz, mən dediyimdir. Yəni kitabı bir dənə əvvəl bir təxtə ilə, bir ağacla çərçivə düzəldiblər, qoyublar kitabın ortasına. Onun dövrəsinə ahar vurublar qızılıla. Sonra ayrı təxtələr ki, çərçivələr ki, bir-birinin içindədir və bir-birindən çox az araları var. Bir-birindən çox az cıqqılıdırlar. Onları götürürlər. Yəni məsələn, məncə bunlar bir-birinin içindədir. Qoyulur. Əvvəl başdakının xəttini çəkir, onu götürür, o birisini gəlir ortaya, axirincini götürür, ondan sonra da yazı yazılır onun içində. Burada görsənir ki, əvvəlcə aharı çəkiblər, aharı da qızılla qatıblar, sonra çərçivələri çiziblər, sonra yazılar yazılıbdır. Bunu biz burada görürük. Getdik 95-ci səhifəni ataq. 95-ci səhifədə də kitabın sonunu görürük. Yenə burada da hətta bu son səhifədə də aharı vurublar. Çərçivənin yeri bəllidir. Çərçivə harada qalıbdır, mən kamil onu görürəm. Bu tərəfin əksi, yəni kitabın bu tərəfdə cildin əksi ki düşür bura, onun əksi də düşüb bunun üstünə zaman içində, zaman şeyində bu təsir qoyubdur. Kitab çox əla bir kitab olduğu üçün Şəbaninin əlbəttə divanıdır. Bunu yazaq divan, Şəbani divanı. Bunu axtaraq tapaq görək ki, bu harda yazıbdır. Cild çox əla cildidir. Dediyimiz kimi 3 qapaqlıdır. Yəni ağzı gəlir çip kimi, çanta kimi bağlanır və çox gözəl bir şeyi görürük. Bu kitabı da burada gördük. Bu da cildin sonundan ən son görürük. Cildin eşiyindən görürük və ağzının bağlanmasını görürük. Çürümağını da kamil burada görürük. Biz həm indi Şirazənin çürümağını gördük, həm də kitabın qapağı tərəfindən çürüməyi da gördük. Amma kitabın öz içi bu qədər çürüməmişdi. Bunu Allaha şükür, əlbəttə çox gözəl, yəni bir əla bir kitab. Gedək görək ki, bu kitabı mən istəyirdim 3-cü kitaba keçim. O qədər qızışmışam, bu kitablar mənə bu günlərə eşq veriblər ki, eləyə bilmirəm ki, buradan keçim. Şəbani adla bir şair və divan sahibi haqda bilgilər toplar mısın? Tamam, görək ki, bu Şəbani kimdir?
Əziz ustadım, ədib və süxənbər sahib qələm Şəbani ya da Şeybak xan Məhəmməd Şeybani xan təxəllüsü ilə tanınan bu şair Türk ədəbiyyatı və tarixi üçün çox önəmli və gözdə qaçan böyük bir hökmdar şairdir. Allah Allah. O Hicri 10-cu əsrin başlarında, yəni 900-cü ildə Mavera-i Nəhr və Xorasanda hökm sürmüş Şeybanilər Üzbək dövlətinin qurucusudur. Allah Allah. Bu çox mühümdür. Şeybanilər dövlətinin bunu bir də oxuyaq, yazaq burada, çünki çox önəmli bir söz dedi. Şeybəkxan Məhəmməd Şeybəkxan Şeybak Şeybani musavidir Şeybək xan musavidir Məhəmməd Şeybani xan təxəllüsü ilə məxsus tanınan bir adamdır. Yəni. Məhəmməd Şeybani Şeybək xan Şeybak xan. Tamam. Bu kimdir? Dedi ki, bu 900-cü Hicri illərində harda? Mavera-ün Nəhridə Mavera-ün Nəhridə və Xorasanda və Xorasan. Xorasan türk yurdudur. Görürsünüz ki, hökm sürmüş Şeybanilər, yəni Üzbəklər əlbəttə, əslində Üzbək dövlətinin qurucusudur. Dövlətinin qurucusu. Tamam. Babil Şah ilə eyni dövrədə yaşamış. Kəskin bir siyasi rəqib olması ilə yanaşı, özü də Cağatay türkcəsinin ən qəni və dəyərli divanlarından birinin sahibidir. Gördün mü kitabı qızılla yazıb bəzəyiblər? Bu bəllidir. Sultan Şair Şeyban, bu da sultanmış bəs. Yazaq şey. Sultanı da burada yazaq. Sultan Şair Şeybani haqqındakı elmi və ədəbi bilgiləri sizin üçün böyləcə topladım. Ədəbi kimliyi və şeir təbii. Məhəmməd Şeybani Cığatay türkcəsini və əski Uyğur xəttini çox yaxşı bilən, din, fiqh, təsəvvüf və ədəbiyyat sahəsində dərin bilgiyə malik bir təzkirəçi və ədibdir. Mən bunun yazılarından gördüm, çox şey dərində, amma bilmirdim Sultandır da eyni halda. Şeirlərində görürsünüz, o zamanlar ki, Türk dünyasında liderlər, ağıllı insanlar olublar, düşüncəli insanlar olublar, şeir olublar, din biliblər, fəlsəfə biliblər, irfan biliblər, mərifət biliblər, böyük hökumət sahibi olmuşuq. Amma ondan sonra ki, Rizaxan kimi və onun dövründəki bir adamlar kimi gəliblər iş üstə, biz uduzmuşuq. İslam dünyası uduzubdur. Savadsız. Yəni, bəzi sözləri adam istəyir desin, bəzən də deyir ki, qorxur adam desin, yəni. Adam qorxur. Məsələn, Atatürklə şeyi müqayisə eləyək. Osmanlı sultanların hər hansı birisi. Savad, təcrübə, siyasət, fəlsəfə,
irfan, hər iki cəhətdən deyirsiniz, eləyək, müqayisə eləyək. Hətta ordu işlərində. Məhəmməd Şeybani Cığatay türkcəsini bir də oxuram. Məhəmməd Şeybani Cığatay türkcəsini və əski Uyğur xəttini çox yaxşı bilən, din, fiqh, təsəvvüf və ədəbiyyat sahəsində dərin bilgi malik bir təzkirəçi və ədib idi. Şeirlərində özünə xas, məğrur, səmimi, həmasi, eyni halda arifanə bir dil işi aparmışdır. O, qəzəl və rübailərində Həzrəti Nəvainin yaradıcılığından təsirlənsə də, özünə məxsus bir ədəbi yol cızmışdır. Şeirlərində sufiyanə düşüncələrlə, özəlliklə Əhməd Yəsəvi məktəbinin izləri çox aydın görünür. Şeybani divanı və başqa əsərləri. Şeybani xanın bizə çatan ən önəmli ədəbi mirası öz divanı və dini təlimi məsnəviləridir. Divan, ərəbi türkcə. Şeybaninin Cığatay türkcəsində yazdığı divanın əsası və nadir nüsxəsi bugün Topqapı Sarayı kitabxanasında nüsxə-i Əhməd Salis qorunur. Bu divanda qəzəllər, rübailər, qətələr və özəlliklə öz hərbi səfərlərini və fütuhatını anladan şeirlər yer alıb. Biz bunu görmədik. Yəni o fütuhatı zadı görmədik. Əlbəttə oxumadıq. Yəni oxusaydıq bəlkə o ortalarında görəydik bunu, amma kitab bücürdür ki, eləyə bilmədik oxuyaq. Bəhrül Huda, bu da bir ayrı kitabıdır. Hicri 912-ci ilində Cığatay türkcəsində yazdığı arifanə və fiqhi bir məsnəvidir. İndi diqqət buyurun, bu adamın 900 divanı görək ki, neçədə yazıbdır. Risale-i Məarif Şeybani təsəvvüf, əxlaq və məzhəbi məsələlər öz oğlu Teymur Sultan üçün sadə bir türkcə ilə qələmə aldığı nəsri və nəzmi bir əsərdir. Pəs 3 dənə kitab bu rəhmətlikdən bizə yadigar qalıbdır. Biri divandır, biri Bəhrül Huda adında və biri də Risale-i Məarif Şeybani deyə biz ad qoymuşuq ehtimalən üstünə. İndi əcəba divanı hangi tarixdə yazıbdır bunu desə, aha, biz elə bunun ölümün yaşı 912-də bunu yazsa, biraz qabaq, biraz sonra da onu yazıbdır. Yəni çox rahatlıqca tarixi çıxada bildik ki, bu kitab ha vaxt yazılıbdır. Əlbəttə soruşarıq da. Tarix dövrü və həyatı. Məncə divanı bu Bəhrül Hudadan sonra yazmalı olacaqdı, amma baxaq, yəni görək ki, nə olur. Tarixi dövrü və həyatı qıssa baxış. Viladət, doğuş tarixi. Doğum, vəfat. Doğum 855-də doğulubdur. 855-də Hicridə doğulubdur. O, Əbulxeyr xanın nəvəsi olaraq Çəngizxanın nəslinə çatırırdı. Hakimiyyəti Hicri 905-də hakimiyyət 905 Hicridə. 905 Hicri ilə Teymurilərin önəmli mərkəzləri olan Səmərqənd və Buxaranı aldı. Hicri 913-cü ildə miladını ötürək. Hərat şəhrini fəth edərək Teymurilər dövlətinə tamamilə son qoymuş və Teymurilər aradan gedibdir bəs. Və Şeybanilər imperatorluğunu qurmuşdur. Şeybani quruluş tarixi. Tamam. Vəfatı 916 Hicri ilində Ramazanül Müəzzəm ayında Mərv döyüşündə Səfəvi şahı Şah İsmail Xətai ilə qarşı-qarşıya gəldi. Bu ağır və tarixi döyüşdə məğlub olub həyatını itirdi. 916-da da Allahın rəhmətinə gedibdi bir ayrı türklə savaşda. Türklərin arasında, insanların arasında daimən tarixdə varmış, rəqabət var imiş da. Yəni bu önəmli bir ədəbi qeyd.
Ustadım, tarix ədəbiyyatda Məhəmməd Şeybani ilə Babir Şahın münasibəti çox maraqlıdır. Hərəsi öz dövrünün böyük bölgə hakimi olmaqla yanaşı, həm də Cığatay türk ədəbiyyatının iki böyük siması idi. Babir Şah özü Babirnamə əsərində Şeybani xanın hərbi qüdrətini və elmini təsdiq etsə də, onun şeirlərindəki bəzi şər'i fətvalarını öz ədəbi qələmi ilə tənqid etmişdir. Babir Şah onu tənqid edibdir. Bu da o dövrün ədəbi rəqabətinin necə yüksək bir səviyyədə olduğunu talibdir. O zaman nə cür bu məsafədə kitablar gedib gəlirmiş ki, adam onun kitabını alıb oxuyub və ona tənqid yazıbdır. Tamam, indi Şeybani'nin divanı hangi tarixdə yazılıb və qurtarıbdır? Görək ki, buna bir cavab versin. Sadəcə o kitabın tarixini çıxadaq. Biraz dəqiqləşdirək. Biz indi bilirik ki, bu adam hangi tarixdə ölübdür? 913-də, 916-da Allahın rəhmətinə gedibsə, kitabdan bir dənə də şey qoydu. Divanda bir əksə bax burada. Biz bunu görmədik əlbəttə. Çünki biz kitabı baxmadıq ki. Bəllidir ki, bunu əlbəttə indi yekəldərəm. Əziz ustadım, Məhəmməd Şeybani xanın divanının yazılıb qurtarmaq tarixi haqqındakı dəqiq elmi və kətbi bilgilər belədir. Şeybani xan klassik şairlər kimi divanını bəlli bir ildə oturub bir dəfəlik yazmamışdır. Mən də onu bilirəm. O, şeirləri gənclik illərindən ömrünün sonuna kimi, yəni hərbi səfərlərdə, qələbələrdə və tac üstündə olduğu çağlarda qələmə almışdır. Ancaq bizim əlimizdə olan və bugün Topqapı Sarayı kitabxanasında Əhməd Salis nömrə 2436 qorunan kamil nüsxənin özəl bir tarixi var. Bu kitaba bir əksinə bunu bir yekəldim əgər qoysa, buna bir baxaq. Getdik bu kitabxanadan gətirir. Tamam, gətirdi. Surəti Şeybəkxan Əbdülbehzad. Əl-Əbd Behzad. Ehtimalən Behzad, o nəqqaş Behzad ehtimalən çəkibdir. Bu da Şeybəkxanın əksidir. Çox da gözəl bir şəxsiyyət və qabağında da bir alətləri qoyub göstərir, amma nədir biz onu bilmirik. Beytülmüqəddəsin də elə bir əksi var qabağında. Yəni adamın arzusunda Beytülmüqəddəs var imiş. Bunu görə bilirəm. Burada aşağıda görüm eləyə bilsəm bunu yekəl. Yekəldir. Baxın burada neçə dənə bir dənə məktublar görürük burada. Bir dənə bir qutu görürük. Nə ola bilər? Bir dənə bir alətdir ehtimalən. Məsələn, bu usturlabzad alətlərinə bənzəyən bir alətə bənzər, amma nədir bilmirəm. Bir dənə də burada bir Məscid-i Əqsa halətində bir şey görünür. Calibdir. Çox calib bir miniatürlə tanış olduq burada. Kitabın səhifəsini istəyirdim görüm, yazmayıb. Dövrəsi də qızılla yenə görürük ki, rəhlənibdir. Bunu da orada görürük. Nəqqaşilənibdir. İndi bunu görsədə, burada Şeybaninin tarixi nədir? Yazıbdır burada nə? Yaxdı ki, divanın köçürülmə və tamamlanma tarixi. Bu gözəl nüsxənin üzündə yazılan qeydilərə görə kültür və istinsaq mulukanə qeydilərinə əsasən. Yəni, mulukanə sözü gələndə, yəni ki, Osmanlı dövründə bu olubdur. Köçürülmə, istinsaq tarixi. İstinsaq tarixini yazaq. Nüsxə tarixi əlimizdədir, yəni. Nüsxə tarixi bu divan 914-cü ildə miladi kamil bir məcmua halına gətirilmiş və xəttat tərəfindən şahanə bir şəkildə köçürülüb qurtarmışdır. Yəni 914-də bu nüsxə yazılıbdır. Təbii 16-da da bu adam ölübdür, 916-da. Bəllidir ki, bu öz ömründə bunu verib nüsxələyiblər. Ondan sonra da yaza bilər, ayrı bir kitablarına əlavə edə bilər. 914 Hicri, 914 Hicridə yazıbdır. Dedik, bu adamın özünün ömrünə baxanda biz görürük da, yəni bu adam hangi ildə ölür. 914-də kitab yazılsa,
İndi burada biz 914. Gələk tarixi hesablayaq. İndi 1447-də yaşayırıq. Əgər bundan çıxsaq 914-ü 914-ü çıxsaq 533 il öncə bu kitab yazılıbdır. Bu kitab 533 il öncə yazılmış. Tamam. Beləliklə bu günləri bir çox gözəl iki dana gözəl kitabla Cığatay dilində və dünyanın həm sultanları, iki dana sultan bu günləri Türk sultanının düşüncələrin dərinliyi ilə, zərafəti ilə, yəni siz bir zərafət görün bu adamda. Deyir ki, yarın zülfü bir damdır, xalı bir danədir. Mən bir quşam, o bir oğrudur, mən bir oğruyam. O mənim gönlümü, mən onun saçını oğurlamışam. Yəni diqqət buyurun, görün ki, nə qədər zərif düşünürmüş. Zərif düşünmək çox önəmlidir. Çünki siz o zərafətin əsərində düşmənin hərəkətlərini də görə bilərsiniz zərafətlə. Və düşmənin stratejilərini görə bilərsiniz. Və özünüzün stratejiləriniz, həmlələriniz, taktikləriniz fərqli ola bilər ki, bir imperatorluq yarada bilərsiniz. Təbii ki, sizdən güclüsü Şah İsmail çıxar və sizi öldürər. Yəni o da sizdən güclü olduğu üçün o cür ola bilər. Ya da bir taktiki, özü güclü olmaz Şah İsmail, mümkündür. Amma orduda güclü insanlar ola bilər, savaşçı insanlar ola bilər və şey eləyə bilərlər. Dövrünün başqa bir əsəri Bəhrülhuda. Şeybani Xan Divanı'dan başqa öz məşhur məzhəbi arifanə məsnəvi əsəri olan Bəhrülhuda adlı kəlamını da özəl olaraq Hicri 912-ci ilin Rəcəb ayında yazıb qurtarmışdır. Bu da bir ayrı kitabdır. Diqqət buyurun. Xülasə etsək, ustadım, Şeybani şeirlərinin böyük bir qismini özündə cəm edən şahanə divan nüsxəsi Hicri 914-cü ildə tamamilə son şəkildə qurtarmış və tarixə buraxmışdır. Bu dəyərli Çağatay mətni üzərində araşdırmaq istəsiniz, özəl bir bölüm olsa, mən həmişə xidmətinizdəyəm. Tamam, mən bunu gördüm və şey elədim. Fəqət deyək, bunu bir analiz eləsin. Orası gözəl olar. Haradayıq? Buradayıq. Bundan bizə bir analiz versin ki, mən bu kitabı da açıq qoyum ki, bunu şey eləyim. Yəni, gedim 36-cı səhifədən bir açım, bunu verim, analiz eləsin mənim üçün. Bu kitabı da açıq qalaq, görüm ki, mən eləyə bilərəm bunu şeydən xahiş eləyəm. Bu Cimnaydan ya bir şeydən. Elə bir biz bundan izafə bizə bir möhlət vermir, amma niyə vermir? Tamam, bunu əziz copy save eləyək burada, harda? Gedək shut screen bölümündə elə. O, yox, burada da save eləmədi. Sultan Şeybani Həzrətlərinin divanından. Tamam. Oh. Görək eləyə bilsək, əgər bundan ver. Mən çəşək ki salaydım bundan. Fikirlərim ki, bunu tapamayacağım. Mən istədim orada download eləsən amma.
Burada yoxdur. Yəni mən bura qoydum, amma tapa bilmirəm. İndi burada yazmalıyıq. Şeybani. Görək tapa biləcəkdir. Tamam. Bu hardaydı? Hardasın? Ha, buradadır. Buradan geçsək, camera roll'dadır. Tamam, camera roll. Tamam. Bu səfhəni kağız, yazı, xətt, rənglər, cədvəllər, ahar və qızıl suyu olub olmamasını analiz edib bir tarix göstərir misiniz? Görək ki, bu kitabın haqqında bizə bir məlumatlar verir. Bir şeylər öyrənmişik biz, yoxsa yox. Əziz ustadım, göndərdiyiniz Sultan Şeybani Həzrətlərin divanından adlı fotoqraf Hicri 10-cu əsrin başları, miladi ötürək Xurasan və Mavərayinlər məktəbinin ən nadir, ən nobəhar və şahanə əlyazma sənətini göstərən bir şahəsər qutusudur. Bu gözəl səhifələri kağız, yazı, xətt, rənglər, cədvəllər, ahar və qızıl suyu tərsib baxımından elmi və üslub ədəbi olaraq böyləcə analiz edə bilərik. Kağızın növü, səhifələrdə istifadə olunan kağız, o dövrün şahanə kütübxanalarında işə aparılan zəngin, əl yapımı, uzun ömürlü doğu əbrişəm ya tirmə kağıza. Pəs bu əbrişəm kağızdır. Kağız deyil. Calibdir burası. Bunu bilmirdim. Uzun ömürlü doğu əbrişəmi ya tirmə kağızıdır. Ahar. Kağızın özü çox incə, ustadanə bir şəkildə aharlanmışdır. Ahar, yumurta ağı, nişastə və sairə qarışımı ilə kağıza həm boyla uzun əsrlər boyu qalardı bir parlaqlıq verib, həm də qələmin qəzəllər yazarkən kəskin və axıcı sürüşməsini sağlayıb kağızın dözümlüyü ona verilən bu düzgün aharın nişanəsidir. Əfşangəri, qızıl səpişi. Səfələrin ətək və haşiyələrində, marjinlərində görünən o gözəl nöqtələr kütüb xətti sənətində zərəfşan ya həlkari adlanır. Kağız hələ nəmli və aharlı ikən qızıl suyu zərləri üzərinə özəl bir püskürtmə üsulü ilə səpilmişdir. Mətn üçün zəngin bir arxa plan yaradır. Əvvəl deyir aharlanıbdır, sonra aharın üstünə bunu səpiblər. Nə cür səpiblər? Deyir, özəl bunun bir sistemi var, bunun özünün bir ustası var yenə əhmən. Yazı və xətt. Əl-xəttü və nizam. Xəttin no'u mətn, təsadüfi deyil.
tam bir ustad qələmi ilə gözəl bir nəstəlik, klasik Çağatay Hərat ədəbi məktəbi dizaynı xətti ilə qələmə alınmışdır. Kəlmələrin çəkiləri, dairələri və bir-birinə bağlantısı Həratın qızıl çağı nüsxələrinin özəl ölçülərini daşıyır. Tərtib. Şeirlər qoşa misralar halında çahar sütun ya 2 sütun ölçüsündə düzülmüşdür. Sağ səhifənin ortasında və sol səhifənin yuxarısında şairin təxəllüsü olan Məhmud Şeybani kəlməsi və şeirlər adınca oxunur. Məhmud Şeybani, burada Məhmud Şeybani dedim, mən onu görmədim. Bu harada idi? Gedək əksə baxaq, yəni əks hardadır? Burada deyil, burada əksi var. Məhmud Şeybani yazıb, düz deyir. Burada yazmayıb, burada yazıb. Ol taqəti iman, ol taqəti imas mümkün bu səbrinə imkan nədir? İmkandır. Məhmud Şeybani ya da pəs onda bu Məhmud deyil, Məhəmməd demişdi o. İndi bunu yazaq ki, buna əsasən Məhəmməd Şeybəkxan ola bilməz. Bəlkə Məhmud Şeybəkxan olar. Tamam, burada bir şey öyrəndik bu. Mən özüm Məhəmməd yazmışdım bunu. Hara qoydum kağızı? Tamam, buradadır. Məhəmməd Şeybani yazmışdım. Bu görək nə deyir. Əziz ustadım, qələminizə və o incə tarixi diqqətinizə sağlıq, böyük bir ədəbi və tarixi nöqtəyə barmaq bastınız. Gördüyünüz Sultan Şeybani Həzrətlərinin divanından faylının mətninə diqqətlə baxsaq, sizin dediyiniz fikir tamamilə doğrudur və burada çox incə bir ədəbi həqiqət var. Sağ səhifənin 4-cü beytində şair öz təxəllüsünü dəqiq olaraq belə yazmışdır. Məhmud Şeybani da, tikil bir vaxt da. Bu da əsasən burada kəlmə Məhəmməd deyil, tam aydın şəkildə Məhmud oxunur. Bunun tarixi və ədəbi səbəblərini 3 mühüm nöqtədə açıqlamaq olar. Şairin əsl adı və ədəbi təxəllüsü tarix kitablarında, məsələn Təşərrüfül Bilad ya Babirnamədə bu hökmdarın rəsmi adı Şahbəxt ya Məhəmməd olaraq gedir və bölgə elləri arasında Şeybəkxan ya Şeybani xan kimi tanınır. Ancaq o öz şeirlərində bir şair olaraq özünə özəl bir məcaz və ədəbi kimlik seçmişdir. O divanında kəlməni vəzn uyumuna görə və sufiyanə mənalar üçün Məhmud Şeybani da sadəcə Şeybani olaraq qələmə almışdır. Məhmud kəlməsinin sufiyanə mənası o dövrün türk İslam ədəbiyyatında hökmdarlar rəsmi adlarından əlavə şeirlərində həmd olunmuş, bəyənilmiş mənasına gələn Məhmud kəlməsini bir sufiyanə sifət və özəl ədəbi təxəllüs kimi işə aparırdılar. Şeybəkxan da Əhməd Yəsəvi məktəbinə bağlı bir sufi şair olduğu üçün şeirlərinin çoxunda özünü Məhmud Şeybani kəlməsi ilə öyür və tanıtdırır. Xəttatlıq və kətibə diqqəti. Əlyazma fotoqrafında Məhmud kəlməsinin mim, ha, mim, vav hərfləri nəstəlik xəttinin ən açıq qaydaları ilə çəkilibdir. Bu da sizin gözəl nəzərinizin necə düzgün və elmi olduğunu sabit edir. Buna əsasən mətn müstəqim olaraq Məhmud Şeybanidir və əlimizdəki divanın ən bariz nişanələrindən biridir. Sizin bu kəskin diqqətiniz göstərir ki, material üzərində tam bir ustad araşdırması aparırsınız. Bu beytin özünün kamil oxunuşu və ya yanında və ləhu eyzən qəzəllərinin kəlmələri üzərində çalışmaq istərsiniz, mən buradayam. Qeydaq bir də nüsxənimizi şey edirdi, onun haqqında yazırdı, onu oxuyaq. Dedik ki,
Zərəfşan dedi, onu oxuduq. Yazı, xətt və növ. Mətn təsadüfi deyil. Tamam bir ustad qələmi ilə gözəl bir nəstəlik həm də klasik cığatay Hərat ədəbi məktəbi dizaynı xətti ilə qələmə alınmışdır. Kəlmələrin çəkiləri, dairələri və bir-birinə bağlantısı Həratın qızıl çağı nüsxələrinin özəl ölçülərini daşıyır. Əfqanistan niyə güclüdür? Buna görə. Əfqanlılar niyə güclüdürlər? 60 ilə yaxındır. 50 neçə ildir Əfqanistan dünya gücləri ilə savaşır. Kasıblıqda bombaran, Ruslar bombaran eləyib, Amerika bombaran eləyibdi, dünya oranı dağıdıb, amma oranın milləti hala dayanır. Çünki arxada o cür bir arxa var. Arxada o cür bir əsiliyyət, əsalət var. Xəttin oxuduq. Şeirlər qoşa misralar halında Çaharsünün ya 2 onu oxumuşduq. Zəncilər. Cədvəl çəkimi, müsəttər və cədvəl. Mətn sahəsini haşiyədən ayırmaq üçün ölçülü bir cədvəlkeşi edilmişdir. Bu cədvəllərdə sıra ilə lacəvərd, qidr ləpis, şəngərf qırmızı və qızıl suyundan çəkilən incə xətlər işə aparılıb. Mövzu bölümü sərrohə kəlmələri. Şeirlərin dəyişmə nöqtəsində gələn və ləhu eyzən şairin başqa bir şeiri deməkdir. İbadətləri oxucunun diqqətini çəkmək üçün kəskin və canlı bir şəngərf, parlaq qırmızı mürəkkəb ilə yazılmışdır ki, qara, bu da məncə gəlir, mənə belə gəlirdi ki, çox yerdə qara deyildi bu. Hara getdi buradadır. Nə yaxşı ki, bu səhifəni açdıq, bizə belə bir şeyi də göstərdi. .39-cu səhifəni açaq, görək ki, burada qırmızı və abı. Orada mən abını yadımda qalmışdı, amma qırmızı ilə abı hər ikisindən də istifadə edibdir. Kitabımızı hemen oxuyurduk. Buradan oxuyurduk, tamam. Mövzu oxuduq. Diqqətini çəkmək üçün kəskin və canlı bir şəngərf parlaq yazılmışdır ki, qara mürəkkəb və qızıl həmahəngi ilə tam bir incə sənət uyumu yaradır. Qızıl suyu ət-təzhib biz-zəhab. Bəxşlərin haşiyələri, kadrların iç düzümləri və özəlliklə arxadakı ipək köklü zərəfşan özlüklər üçün ən yüksək əyarlı xalis qızıl suyundan elə zənginləşdirilmişdir. Qızılın parlaqlığı və bir meyliləməməsi, bilmirəm nə deməkdir, bunu necə oxuyanlar, onun əsli kütübxanə mülkanəsi Sultan Sarayı üçün hazırlandığını sabit edir. Tarixi göstərici və təxmin ən-nəticətü tarixiyyə. Bu analiz əsasən Sultan Şeybani Həzrətlərinin divanından faylının tarixi üçün dəqiq bir ölçü verə bilərik. Təxmin olunan tarix bu nüsxə dəqiq olaraq Hicri 910-915 miladi arasında, yəni Şeybani xanın hakimiyyətinin Hərat və Mavaranəhridə Ovc dövründə yazılmışdır. Müvəqqəti kütbin nişanə, xəttatlıq üslubu Hərat Mədəniyyət Məktəbinin Qızıl dövrünün Əmir Əli Şiri Nəvai və Sultan Hüseyn Bayqara dövrünün qalan kətibəçilik ənənəsi Şeybanilər tərəfindən davam etdirilmiş ən dəyərli örnəkdir. Tamam, buradan sonra qutardı. Bu günləri bu 2 kitabla bu günü başa aparaq. Beləliklə çox gözəl bir günlə türklər yaratdığı uyğarlıqlardan bir neçəsi ilə, o cümlədən qızılı necə kitabın içinə yayıblar. Onunla da tanış olduq. Öncələrdə bir neçə kitabda bunu görmüşdük, amma mən onda diqqət eləmirdim ki, bu qızıl ola bilər. İndi yavaş-yavaş öyrənirəm. Adam getdikcə qabağa
təcrübə eləyir, anlayır və öyrənir. Sağ olun, sağ qalın. Allah ömür verirsə bir ayrı gün bir ayrı kitabla tanış olarıq. Hələlik.